yaradıbdır. Biz buna iman edirik ki bizi yaradıbdır. Biz demirik ki bizi nə şəkildə İman yaradıbdır. üstündür, Ən məntiq gözəl üstündür mənim qardaşım. iman daha üstündür. Birinci iman gəlir, sonra məntiq gəlir. Məntiqlə mən izah elə görüm adamı necə dəyişdilər. Deyirəm ki, birinci iman gəlir, sonra məntiq gəlir. Yəni İmanın iman içində olaraq məntiq mən ona var. iman eləyirəm. Məntiq olaraq sən məsələn 100 Peki il imanın bundan əvvəl şərtlərini denən mənə görüm nədir? 6 dənə şərt olmalıdır. bəli. Allaha Nədir inanmaq, altı şərtlər? qəza və qədərə inanmaq, xeyir və şərin Allahdan olduğuna inanmaq, mələklərin varlığını qəbul eləmək, axirət gününə inanmaq. Bunların hamısına iman eləyirsən, sən eyni zamanda. Küləkdən uzaq dur da dostum, qulağımız dağıldı. İndi sən bu 6'sını da qəbul eləyirsən, bütünləşmiş bir Bəli, iman. bəli, bəli. Orada imanın şərtlərini o zaman yerinə gətirə bilməzsən. Qəbul elədikdən sonra sən indi keçirsən məntiqə. Mən məntiqlə mələkdən danışdı biraz, məntiqli olsun biraz. Mələklər bizim görmədiyimiz varlıqlardır. Bəs sən hardan Bizim- bilirsən mələk var? Biz mələyin varlığına iman edirik. Biz canlı insan gözündən, maddi gözündən biz bunu görmürük. Amma sənin mənəviyyatın qəlb gözü deyilən Hardan bir şey var. götürürsən mələk anlayışı? Mələk anlayışını Quran-Kərimdən götürürəm. Quran-Kərim etibarlı qaynaq deyil axı. O sənə görə deyil, amma Quran-Kərimə iman eləsən 60 ildə axtarıblar ki, səhv tapaları Quran-Kərimdə dünyanın heç bir ölkəsində heç bir alimi Quran-Kərim səhv deyil mi? nöqtəsini səhv tapa bilməyib. Kəsə bir də səhv deyim də, tez bazar operator. Deyim. Sənə görə səhv olanı de görüm. Mənə görə deyəndə ki, bu elə elmə görə də səhvdir. Tarix surəsi 7. Spermin beldən gəlmə məsələsi. Sübh və təraib. Kök sümyarasından. Oradan gəlir sperm. Bədəndə inkişaf olunur da bu. Deyirəm, Bədəndə- sperm beldən gəlir, gəlmir. Yəni adını biz belə deyərik ki, beldən gəlir. Əzizim, Yəni bax, bu tarix bədənin surəsi deyir ki, bioloji- sübh və təraib, kök sümyarasından gəlir. Sən bir qərar ver. Bəli. Beldən gəlirmi, Bəli, gəlmir? Quran-Kərimdə əgər o şəkli ilə yazılıbsa, mən ona iman eləyirəm. Bəli. Nə gözəl, o zaman gəl sən axtalayaq. Spermin gəlməyə davam eləsə mən də sən kimi iman eləyim. Olum imanlı vətəndaş. Olum müttəqilərdən. O zaman yaxşı axtalamağı bacarırım. Qoyun keçi saxlamışam, bir də görsə keçilər axtalayırdım. İndi salam aleyküm, axşamınız xeyir olsun. Qardaşa bir dənə bir söz deyim, üzr istəyirəm. İman eləmək məsələsi düz deyir, eşitdi iman edir. Mən bir dənə bir söz deyim qardaşa, indi qardaş onu inkar eləyər. Deməli, Polineziya adasıdır, hansı adasıdır? Həmin adada deməli, 2-ci Dünya müharibəsində Yapon və Amerikan təyyarələri ora qonurdu ki, nə bilim, ora yemək daşısınlar, nə əsgərlər orada təlim keçsinlər. Və bunu görən yerli qəbilələr görürlər ki, təyyarə dayanıb və əsgərlər də sıra ilə düzülüb onun ətrafında fırlanırlar, məşqi sıra hazırlıq keçirlər, belə deyək. Və bunlar çıxıb gedəndən sonra onlar elə bilir ki, bu təyyarə onlara gətirir. Bunlar təyyarə bir tanrıdır, dəmir tanrıdır və təyyarə əsgərlər də onun qabağında təzim edirlər. Və bu inancın adı kargo kultudur deyirlər. Bundan sonra həmin qəbilələr bambukdan təyyarə düzəldiblər, indiyə kimi ona inanırlar. Buna təyyarə kultu. Və siz eşidib iman edirsiniz, onlar heç olmaz cəhənnəm, görüb iman edirlər. İndi olub görüb iman eləməsini, sən necə deyə bilərsən bu doğru şeydir? Səncə Nə vaxt ki, belə deyim. Qardaş, üzr istəyirəm də deyim. Yəni onlar fikirləşirdi ki, təyyarə dəmir quşlarla, ya belə deyək, o dəmir quşlarla ora bərəkət gətirir. Həqiqətən də yemək içmək gətirir, göydən tullayırdı, gətirib qoyurdu. Səncə bizdə də var da, dini kitabda var, Allah sənə göydən quş endirdi, bildirçini endirdi, nə endirdi? Səncə bunları bir-birinə oxşayır yoxsa oxşamır? Qoy mən sənə belə cavab verim. Quran-Kərimdə İbrahim peyğəmbərin qissəsini bilənlər var, bilməyənlər də baxa bilər. İbrahim peyğəmbər deyir ki, mən ona inanıram, aya inanır, yatır qalxır ki, ay gedir, günəş gəlir. Deyir, mən günəşə inanıram, günəş gedir, gecə gəlir. Putlara baxır, putları eləyir. Yəni putları deyir ki, ən güclü budur. Onu vurur, qırır, sonra gedir o birini vurur, qırır, sonra deyir ki, yox deyir. Mənim deyir ilahım deyir bu deyil. Çünki deyir bunun gücü yoxdur, özünü müdafiə eləyə bilmir. Deyir ki, mənim bundan da daha güclü bir ilah olmalıdır, bir yaradan olmalıdır ki, bundan güclü olmalıdır. Yəni, mən ondan bəli. Cəmil, hekayələri özür saxla mən qardaşım. Axtalanırsan Yox, axtalanmışsan. hekayə deyil. Mən hekayə danışmıram. Quran-Kərimdən Mövzudan yayınma. Tarix surəsi 7-ci ayət. Axtalayırıq, sən axtalanmır.
Yəni Quran-Kərimdə keçdiyi kimidirsə iman eləyirəm, bəli. İman eləyirsən, onda axtalanmaqda razısanmı? Allahdalanmaq nə deyirsən, nə nəzərdə tutursan? Axtalanmaqda səni toplarını götürəcəyik. Götürürsən nə olur? Su yoxlayacaq da görəsən spermində bir Dünya problem çempionatı qalır. başlayıb, top lazımdır. Dünya çempionatı başlayıb, top Bax, lazımdır. tam olarak Kur'an belə deyir. Deyir bu maye bel və kök sümüyü arasından çıxır. İman eləyirsənsə sənlə razılaşırıq. Yəni indi İctimaiyyət bu qıvamını sənə yəni bu axtarırıq. demək istəyirsən, bax işte bir dəqiqə, yəni indi demək istəyirsən ki, bu bel və kök sümüyü arasından çıxır. Yanında o toplar dediyin işlevsizdir da, belə deyim ki, lazımsız bir şeydir. Sənin kitabın deyir onu, mən demirəm. Mən də deyirəm ki, bel və kök sümüyü arasından çıxmır. Əgər sən buna iman eləyirsən və güvənirsənsə, səni axtarırıq da qoyun qırxan qayıtsın Yaxşı, ha. hər bir şeyin gözəlliyi Bax var. sən prosesi də deyim. Nəyi gözəlliyi? Şey danışırıq burada. Əzizim, sən insanın axtarırsan. yaradılışı Abi, bir qulaq as gözəllik. də. Bir qulaq as. Səni axtarlayacağıq. Yerinə kül dolduracağıq. Biz belə eləyirik həmişə. İltihab qapmasın deyə. Və bir 5-10 gün sonra baxacağıq. Səndə hər şey qaydasında olsa, mən iman edəcəm. Qardaş onda Sən burada məqsədli bir dənə söz danışırsan qardaş. Məqsədli, yəni bir yönə məqsədlənibsən, amma sən dediyin kimi deyil. Yəni ki, göz düzəldirəm, qaşın bir önəmi yoxdur. Nə bilim, adi yeriyəndə bir dırnağın bilə, bir Təşəkkürlər. Təşəkkürlər. Ya razılaşacaqsan ya yox. Ya şey olasın. Adı. İman eləyəsən ya da eləməyəsən. Ahireti unutma. Buyur qardaş, xoş gəlmisən. Salam, axşamınız xeyir olsun. Axşamın xeyir. Sözünüzü kəsmədim, ona görə heç nə demirdim bayaqdan. Buyur. Hə, qardaş, sizin savadınıza qətiyyən şübhəm yoxdur. Yəni, savadınıza mənə elə gəlir ki, heç kimin şübhəsi ola bilməz. Amma savadınız o qədər mütaliə eləmişsiniz ki, o qədər savadlısınız ki, savadınız sizi Allaha qarşı çıxardır. Sən Allaha yaxınsan. Bacardığımız qədər. Bu qədər. Vallahi mən bilmirəm o hardandır, nə tərdir, bilmirəm. Mən Anlayıram. Allah'a yaxın. Allah'a yaxın. Yəni bu səbəb deyil, yəni onu göstərməyi səbəb deyil. Elə bir insan yoxdur ki, onun bir səhvi olmasın. Səhvsiz insan var bu həyatda. İndi sən mənə de görüm, ahiretin üçün nə qarsan, namaz qılırsanmı? Bacardığımız qədər. Nə qədər yəni? 17 rükətin neçəsini qılırsan, 3-4 rükət qılıb başını bıraksan. 5 dəfə qılıram gündə. Toplamda neçə rükət eləyir? Sübh namazı 2 rükət, zöhr namazı 4 rükət, əsr namazı 4 rükət, məğrib 3 rükət, işa 4 rükət. Toplam nə qədər eləyirsə odur. İndi sən mən onu Quranda göstər, mən də başlayayım ahireti unutmamağa. Yaxşı, mən sual verim də siz Allahın olmadığını inkar edirsiniz. Olmadığını inkar eləmirəm, Allahın varlığını inkar eləyirəm. Yaxşı, Allahın varlığını inkar edirsiniz. Olar bir sual verin. Hə, nə olur ki? Sünnətsiz dünyaya gələn kişi xeylaqlarını nədən sünnətsiz dünyaya gəlir? Ona aydınlığı. Necə mutasiyalardan? Biyoloji mutasiyalardan. Bioloji mutasiyalardan, yəni buna bir səbəb var da, nəyə görə gəlir? Yəni biyoloji Aydın. mutasiyalardan. Səbəb odur, məsələn, quyruqlu insanlar doğulur. Nə bilim, nə qədər desəm, misal üçün, siyam əkizləri doğulur. Bu necə patologiyadırsa, o da o cür patologiyadır. Yo, həmən patologiya deyil. İzah elə bizə, nə cür bir patologiyadır? Yo, siz mənə izah eləyin. Yəni bu Bizə izah bu elədiysən nədən bəyənmədin. izah eləmədiniz axı. İzah elədiyək. Bir kəlmə ilə, söz birləşməsi ilə. Bir kəlmə deyildi, bir cümlə idi və bu biyoloji bir mutasiyadır. İndi mən sizə aktivasiya prosesinə, gen aktivasiyasına, xromosomların aktivasiyası ya da deaktivasiyasından danışsam sən anlayasan, anlamayasan, mən boş-boşuna danışdırmış olasın. Ona görə də zəhmət olmasa, bəyənmirsənsə sən izah elə. Necə olur? Yo, mən izahını bilmirəm, sizdən bilmək istəyirəm izahını. İkincisi də bunun belə olub olmaması hələ məlum deyil. Yəni ki, bildim nə deyirsən, peyğəmbərlər sünnətsiz də olur, belədir falandır. Heç kim onu yanılır. Peyğəmbərin pipisini görmədiyi və görə bilənməzsən bunu, onu qoyduq qırağa. Mövzunu ara bağlıysan onu denən.
Mövzuna bağlayıram ki, yəni Quranda yazılıb, sünnət haqqında yazılıb. Göstər Nəyi göstərim? ayəti. Ayəti görsədim. Bu dəqiqə görsədirəm, səbirli ol. Əhzab surəsi. Qulaq asırsınız. 62-ci ayə. Zəhmət olmasa bax. Fatir surəsi 43-cü ayə. Ayəti dinən bir baxacaq səbirlə. Əhzab surəsi 62-ci ayə. Ekrana qoyun gözlə. Baxara görə nə var içində? Görürlər. Al. Nə var bu? Hə. Oxu da. Hani əvvəllər olub gedənlər barəsində də Allahın hökmü belə idi. Sən Allahın qanunlarından heç bir dəyişiklik tapa bilməzsən. Hanı sünnət? Bəli. Oxudun. İndi gir zəhmət olmasa Fatir surəsi 43-cü ayə. Fatir neçə? Fatir surəsi 43-cü ayə. Ha. Oxu da. Anladım. Sən nə danışsan? Belə bir şey yoxdur axı Quranda. İndi biz elə Bizdə belə yoxdur. Hardan deyirəm mən bu? Orada sünnət ümumiyyətlə hələ ümumiyyətlə Quranda sünnət heç Sən sünnət. oxuyum Ramin abi dənsə. Onların yer üzündə təkəbbür göstərmələrinə və yaramaz hiləgərliklər törətdiklərinə görə idi. Yaramaz hiləgər isə ancaq öz sahiblərini qaplayar. Onlar əvvəlkilərin başlarına gələn aqibətdən başqasını mı gözləyirlər? Sən Allahın qayda qanununa heç bir əvəz tapa bilməzsən. Allah qayda qanununda heç bir dəyişiklik də tapa bilməzsən. Sünnət nə əlaqə? Bəli. İsra surəsi 77-ci ayə. Əzizim, sünnət məsələsi varmı, yoxmu? Var, deyirəm də oxu da qardaş. Nə qədər oxuyur. Hani bu da sünnət? Axıra qədər oxu qardaşım. İsra surəsi 77-ci ayəni də oxu. Qardaş elə bir söz, sən heç bir alimin bu haqda danışmayıb. Sən nə tərəf özündən çıxarırsan bunu? Özündən çıxartmıram. Səndən əvvəl göndərdiyimiz elçilərə qarşı da belə davranmışlar. Sən bizim qayda qanunlarımızda heç bir dəyişiklik tapamazsan. Orada sünnəti bilsən deyil. Sən harda axtarış verirsən bunu? Quran nöqtə. Masazlıqda harda axtarış verir? Quranın axtarış verir də. Bax, qulaq as, sünnət deyim hardan gəlir? Eradan əvvəl 450-ci ilində cəmaatda eşitsin, 2000 adam. Eradan əvvəl 450-ci ildə Herodot Misirdə olanda yazırdı. Nöqtə vergül. Misirlər uşaqları sünnət edirlər. Niyə? Səbəb. Frengi xəstəliyindən əziyyət çəkir uşaqlar, penis iltihabından. Onu da Musa, indi olubsa Musa. Oradan gətirib Yahudilərdə də var. Oradan da keçib İslama, yəni bir adət kimi, nə bilim bir şey kimi. Xeyri var, bəli, xeyri cəhətləri də var, ziyanı cəhətləri var. Yəni problem yoxdur. Amma İslamda belə bir şey yoxdur ya, Quranda, elə hədisdə, belə şey yox. Ay qaqaş, bax, sən bura çıxmısan, bilmirəm, bizi izləyib çıxmısan, izləmirsən. Quranı yaxşı bilir, sən rahat ol. Mənə bax, sən Quranı da boş ver, sən mənə sualıma cavab ver. Sən müştəhid. Quranı yaxşı bilsəydin Allah'a inkar eləməzdin. Elə yaxşı bildiyimə görə Allah'a inkar edirəm. Gör nə deyirəm, müştəhidin kimdir, müştəhidin? Müştehidim Allah'tır. Kimə təqlid edirsən? Allah'a? Allah'a. Bir problem olanda Allah'tan soruşursan, dinlə bağlı. Problem olanda elə Allah'a bağlanıb Allah'tan istəyirəm, Allah'tan Nətə dilərəm. bağlansan? Telekommunikasiya vasitəsi ilə? Yo, Nətə bağlansan? ürəyimlə, istəyimlə, beynimlə, ruhumla. Anladım, hə, anladım. Məsəl üçün sən mənə de görüm. Bu 313 nə deməkdir? Allah'a bağlanıb soruşmusan, bu 313 nə deməkdir? Yo, dedim axı mən nə istəyirəmsə Allah'tan istəyirəm, 313'dən Bildim istəmirəm. də. 313 nədir də yazmışsan, onu soruşuram. 313-də sən gör bilmirsən 313 nədir, mənə sual Sən verirsən. maraqlı olan budur ki, səndən soruşuram da, görüm sən bilirsən bu tema nədir? Mən bilirəm.
Nədir? Onun sənə desəm nəsə dəyişəcək. Hə, çox şey dəyişəcək. Bəlkə mən 314-cü olmaq istəyəcəm. Ahara getdin ha yoldaş. Alo. Hə, deyirəm ki, bu 313 denən bəlkə mən 314-cü olmaq istəyəcəm. O 313 İmam Zaman zuhur edəcək, 313 nəfər onun köməkçiləri olacaq, yanlarında olacaqlar. Səni seçib. Məni seçməyib, təki seçsin bizi. Nə qaracaq ki, imam zuhur eləyib? Axirət gələcək İmam Zaman zuhur eləyəndə. Bildim, yəni 313 nəfər nə qaracaq ki ona? 313 nəfər yanında olacaq. Yanında olub nə qaracaq ki? Poçtalyon olacaq. Bədir döyüşündə 313 nəfər olub. Bilirsən də yəqin Həzrət Bədir döyüşü Məhəmmədin olacaq bir də. Həzrət Məhəmmədin yanında Bədir döyüşündə 313 nəfər olub. Onu bildim, bu imamın yanında 313 nəfər kimdən hara döyüşə gedəcək? Nə qaracaq ki? Döyüşə getməyəcək, yanında olacaqlar sadəcə. Yanında nə qaracaq? Haftafa daşıyacaq. Artafa danışılmayacaq. Axirət olanda görəcəksən nə edəcəklər. Nə qaracaqlar? Yanlarında olacaqlar. Demirən o. Bildim də yanlarında nə qaracaq? Dəftərxana işlədəcəklər. Yo, sadəcə yanlar. Axirət olanda görəcəksən yanlarında nə edəcəklər. Nə qaracaq? Başa bu toya platmağa gediblər. Yəni döyüşçü olacaqlar, nə olacaqlar? Toya platmağa gediblər, nə ediblər onu da görəcəksiniz də. Savad o qədər sevik, savad o qədər sənə dəli edib ki, Allah hamd olsun. Allaha qarşı çıxırsan. Salamat. Yəqin toya platmağa gedəcəklər. Ay Çevik, necəsən? Yaxşıyam, sən necəsən? Mən sənə 310 haqqında dünyanın bilmədiyini deyim. Cənnətin əbədi yaşı 33, tək Allahın yanında sağında və solunda 33. 313, 33. Yaxşı. And olsun Allah, dünyada Sən səni kimi kameranı aç. Üst kameranı aç. Dünyada nə qədər səni kimilərə var, elə peşman ol. Üst kameranı aç. Sən də kameranı. Yox, kameranı aça bilərəm, görməsi. Hüsü demə. Hüsü demə. Ramin bəy tanıyırsan bunu? Hə, tanıyıram qardaş. Qardaş, bir 3 tuz nə qədər eləyir bəs? 3 tuz. Burada Allah'ı sevənlər, peyğəmbərlərə iman gətirənlərə salam olsun. Olmayanlara da Allah qismətləsin. Bax, Çelik, and olsun Allah'a elə olar ki, sən hələ yaşayırsan, bir də gördün biri Allah tərəfindən çıxdı, səni öldürdü. Bu da qismətində ola bilər. Sən Qəbələdən neçə sənə yazıbdı ki, səni vurmaq istəyirəm. Gizli oğruyub apar, tikə-tikə doğrayarlar səni, Quran and olsun. Doğramaq istəyirlərsə səndən başlayarlar da Quranı sən yandırmısan, mən yandırmamışam ki. Ben bir sənə Quranı yandırmışam, yalancı Quranı yandırmışam. Doğrusu Quran hardadır? Başazadənin yazığı tərcümə elədiyi Muhammed Ayşə məsələsi. Doğru Quran hardadır? Allah'ın Muhammed kitabında Ayşə sözü yoxdur. 9 yaş məsələsi yoxdur. Doğru Quran hardadır? Və sənin doğru Quranları gizlədirlər muzeydə. Muzeydə gizlədilər, hansı muzeydə? Ha, bu masonlar neyini? Dünyada oyunlar gedir. İnsanlara bir-birinə vurmalar gedir. Cümlə ayə surələrdə dəyişilmələr var. Hansı muzeydə gizlədirlər? Mənə bax, sən necə yaranmısan bu dünyada? Sən necə yaranmısan? Sən boş ver onu, sağlıma Cafer, hansı muzeydədir? Ha, hansı muzeydədir? Bu necə yeraltı bütün qəbirləri peyğəmbərlər qızılın yığıb saxlayırlar? Necə olur? Bax, qədimi əşyaları, qızılları, xalçaları yığır. Bəs sən bu xumuşun niyə tapıb gətirmədi ki o şeyi? Xomuş demə. Xomuş dedim, ne mənim qohum Muhammedin yanındadır. Amma sənin yerin olacaq kafirlərin yanında. Nəyindi qohumundur Xomuş? Bəli. Xomuş nəyindik sən? Xomuş sənsən, Xomuş sən ola bilərsən. O xam nəydi? Demədin Xamenei qohumumdur, nəyindik sən? Ha. Belə canımdır, əzmi İran mənim qanım canımdır. Orada mənim nə qədər Azəri möminlərim var. Yox, sən İranlısan, Azərbaycanlısan? İranlıyam da. Sırf ərəbəm. İranlıyam. Köküm ərəbdir. Bədəvisən? Nə eləyəm? Ha, sigaret çəkmə, ekranda olma. Bildim o tərəfli tutaram, bildim. Sən əcəmisən yoxsa ərəbi? Mənim ərəbdənsə yoxsa ərəb? Ərəb də mənimdir, Fars da mənimdir, bütün müsəlman ölkəsi də mənimdir. Əhl-i sünnə şiyə də bizimdir. Sən mən sualıma cavab vermədin, neysən mən? Bu Xomeyni sənin nətə qohumundur, hardan qohumundur? Nəslimdir.
Şey, bura bax, bir söz Səndə deyim. atomdur. Bir dənə üzrə. O sənin ulu babandır. Sen qardaş, o Xomeyni Sən niyə hər dəfə burada alçalıq eləyirsən ki, atomda belə. Demirsən nəslimdir. Sən nə qədər atom olub görəsən, bax sən dünyaya Demirsən nəslimdir. Ha, sənə sual verim. Sən neçə dənə atom olub, neçən bu dünyaya? olmaz ya. Qardaş, o Xomeynin yerinə 30 dənə raket atıblar, heç bir dənə raket bilsən nə deməkdir? Yəni onun izi tozu da yox deyirlər. Amma biləsiniz. Yəni o Bu yalan videosu görmüsən Ərəm bəy, şey var ya, Quran yandıran. Süni intellektdən qoyurlar, gör ki şey tapılır. Heç toz 30 dənə raket bilsən nə deməkdir? Kotletə Qəsəbdən döndürüblər. dağıdır. Bildiğin kotletə döndürüblər. Kumiş dəlili bir var. Ben nəslim deyir. Lan buyur. Salam aleyküm. Mələküm. Hoş geldin kardeş. Bildim sen ateistsən öz yerində. Yəni bizim üçün o elə bir önəm daşımır sənin Siz ateist olmağın, deist olmağın. Mən İslam. Biz dedin de yani siz kimsiniz? Topa şekilde. Bizim üçün ümumi olaraq, yəni biz deyəndə, yəni sizinlə müzakirə eləyən, sizin fikirlərinizə qarşı olan fərq eləmir. Yəni mən özüm deyim. Bildim, sən Mənim özüm üçün, yəni sizin O mən müsəlmanam, mənim üçün fərqi yoxdur. Mən sünni oldum, şiə oldum. Əhl-i sünnəyə də hörmətim böyükdür, əhl-i şiəyə də. Ha, sen ikisinden Yəni de olsun ama. söhbət onda deyil. Dəqiq olsun, yəni ona görə deyirik. Qardaş, mən bir müsəlmanam birinci növbədə, ikinci növbədə əhl-i şiəyəm. Mən bura gəlməmişəm ki, yəni sizinlə belə deyim, dalaşım və yaxud təhqir edeyim və yaxud Lan qardaş, Buyurun. Allahın sağ əlində alimlər icma ediblər, iki sağ əlində yoxsa eləməyiblər. Yəni səhəhdir. Allah yox, bax qardaş, bir söz deyim sizə. Birinci növbədə Allah yəni bioloji varlıq deyil. Yox, mən onu demirəm. Allahın iki sağ əlində əhl-i sünnə alimləri icma ediblər. Bilmirsənsə gedib baxa bilərsən. Ondan razısan yoxsa razı deyilsən? Qardaşım, əhl-i sünnə alimi olsun, əhl-i şiə alimi olsun. Məntiqimiz var da hər birimizin. Məntiqə sığmayan bir şeyə necə razı ola bilərik? Mən Hindistana gedəndə gördüm Buddanın da sağ əli yuxarıdadır. Elə bildim Buddizmdən götürüblər. Yəni sağ əlim sənin başı var. Bəlkə onu demək istəyir, bilmirəm. Amma həqiqətən də Yox. oxşayır biraz. Ramin abi diyen şeyi gösteriyor. Tam mentik dedi. Qardaş böyük ihtimal mentikle danışacak. Kardeşim bu bir de mentikle izah ile deme. Göyden de tek karşı düşür. Hey? Ekranda ayet Bir var söz kardeşim. Burada yəni başa düşdüm sizi. Burada ola bilər hansısa bir yanlış tərcümə olunub. Ərəb dilinə tərcümədə yəni bunu Google'dan yəni burada nə var ki, yəni bilirsiniz ki, ərəb dili zəngin dildir. Ərəb dilində bir sözün 7-8 mənası ola bilər. Baxır Qardaşım, bir sən bir dilin şifahi zənginliyi, o dilin zənginliyi, əslində bir dilin şifahi zənginliyi onun bərbad halda olmasıdır. Onun hesabına bu bir 1000 dənə firqa var. Niyə görə? Biri deyir bu məcazdır, biri deyir həqiqidir, biri deyir nə bilim iki küvənli dəvədir, biri deyir bir küvənli dəvədir. Yəni dişi dəvənin ayrı mənası var, erkək dəvə. Yəni bu problem deyil. Təfəkkür əgər bu cür parçalanırsa, o deməkdir ki, ixtilaf yaradır. Məsələ budur. Yox, məsələ bir Kardeşim sen Arapça bilirsen mi İslam? Yox, mən bir şey yox bilmirəm. Mən yalan danışmağı sevirəm. Nə ərəbcə bilirəm, nə farsça bilirəm. Yaxşı burada Ərəbcəni götürüb tərcüməyə versək, Google Translate versək nətər? Razılaşarsan. Qardaş, olar mən fikrimi tam çatdırım sizə. Yox, Əgər mən məntiq qulaq dedim, mən də asasınız. sənə ayət qoydum ki, məntiqlə izah elə. Eləmirsən axı. İmkan vermirsiniz axı danışın. Bax qardaş, bax təşəkkür sözü məsələn tişik yazılır, salam sılım yazılır. Nə saytı var, nə bir şey. Sən indi buna zəngin deyirsən, bəli, belə məzmun etibarlar zəngindir. Amma dəqiq bir şey tutmaq olmur, qardaş, sən nə demək istəyirsən? O Quranı deyir, bunu demək istəyir, o deyir, bunu demək istəyir. İndi biz hansı alimin yanına gedək, kimə müraciət eləyək? Qardaş, bir söz deyim sizə. Bax, bir fikir var da, düz deyil. Bir fikir. Fikir olaraq eyni səslənə bilər. Amma ki, insanların dilindən başqa mənalarda, yəni necə deyirlər ona, istifadə olunur da, belə deyim. Sözün yəni işlənmə yeri var da. Bəzən olur ki, hər hansısa bir ayə mi deyim və yaxud da hər hansısa bir dildən tərcümə olunur hansısa dilə. Sırf Qurandan gelmir burada söhbət. Misal üçün ümumi olaraq tərcümədən gedir söhbət.
bir insanın bir yanlış tərcüməsinə görə və ya Google Translate də çox vaxt düzgün tərcümə eləmir. Bunu hər birimiz gözəl bilirik. Fikrimizi imkan vermir ki, düzgün çatdıra bilək. 90% hallarda bu belə olur. Sadəcə olaraq deməyim odur ki, dilçilik barədə elmi olan bir şəxs durub tərcümə eləsə dəryarı. Amma çox vaxt olur ki, Azərbaycan dilinə, rus dilinə fərq eləmir. Müxtəlif dillərə tərcümə olunan kitablarda müəyyən səhvlər olur. Həmin səhvləri də tutmaq üçün, bilmək üçün gərək sən ya alim olasan, ya da dilçilik alimi olasan da, bildirirsiniz. Yəni bunu mən sizə durun deyim ki, yox, burada belə bir söhbət var. Yox, burada bu bizə çatdırılmağa çalışılıb. Mən onu deyə bilərəm. Nə siz onu deyə bilərsiniz? Sən alim dediklərin kimlərdir? Bir 3 nəfər adını denən də bizə. Qardaş, bildim mən ümumi olaraq nəzərdə tuturam bunu sizdən. Ümumi olaraq Bir deyirəm. 3 dənə alimi denən videoların tərcüməsinə baxaq. Qardaşım, mən sadəcə olaraq bir dənə bunun sizin nəzərinizə çatdırım ki, problem deyil. Yəni İslam dinindən necə deyirlər ona, mübarizəniz ola bilər. Hər bir şey ola bilər. Sadəcə olaraq sırf sizin mənim suallarım var sadəcə olaraq. İmamlar suallarım var. Denən görə. Yox, sizin timsalınızda. Bir çox ateistlər tanıyıram da. Hamısından da belə deyim, münaqişədən qafilim. Məsələ Salam. Aleyküm. Əsənlər. Çeviş bəy, bu İslam qardaşlar mənim bir sualım var. O çox tərcümədən, diqqətlikdən sual verir. Mən dəqiq bir şey deyirəm. Ərəb dilində cinsiyyət kateqoriyası var. Yəni kişi, qadın, ingilis dilində necə he, she var, ərəbcədə hu və hiyə var. Həm surəsində deyir, Qul huvəllahu əhəd. Denən o kişi Allah birdir. Huvə deyir, hiyə demir. Düz neytral da var ərəbdə. Müənnəs müzəkkər deyirlər, qadın, kişi və xunsa. Dəqiq deyir ki, denən o kişi Allah birdir. Halbuki bunlar deyirlər ki, Allah insan deyil, cism deyil, mürəkkəb deyil, nə deyil. Bir də gündə namaz qıldıqları Təvhid surəsində Fatihətül kitabda deyir ki, ey Tanrı, səndən rica edirəm, məni düzgün yolda olanlarla birgə yönləndir, nə onları ki, məni qəzəb edibsən, onlara acıq edibsən. Yəni bu Allahın sözüdürsə başqa Allaha deyir. Bu bəllidir ki, bir insan sözüdür ki, inandığı Allaha deyir də. Bunu necə açıqlaya bilərlər? Buyursunlar, eşidək. Qardaş, mən bu qardaşı da dedim, sizə də deyirəm. Sadəcə olaraq mən tərcüməsi deyiləm. Mənim bəzi suallarım var, onları verib gedəcəm. Mən nə bura din barədə müzakirə üçün gəlməmişəm, nə burada nəyisə aydınlaşdırmaq üçün gəlməmişəm. Mənim bir dənə sualım ondan ibarətdir ki, sizin timsalınızı ümumi olaraq ateistlər olur da, məlum məsələ, sizə də hörmətlə yanaşıram öz yerində. Fikirlərimizi də hörmətlə yanaşıram, təhqir olmayan hər bir fikrimizə, o da öz yerində. Amma sadəcə olaraq, məsələ bundadır ki, siz olun, qeyri birisi olsun, fərq eləmir. Ateistlərin daha çox problemi niyə İslam dini iləndir? Yahudilərlə, xristiyanlarla daha çox problem yaşamırsınız. Onların kitablarında yazılanlarla... Dostum, dünyada... Seviş bəy, xahiş edirəm, icazə buyurun. Qoy siz biraz dincəlim. Mən buna bir dənə konkret cavab verim. Ay yoldaşlar, belə bir söhbət olmur burada. Zəhmət olmasa yaylı kollektivlər. Bildim. Qardaş, ateist deyəndə da yəni ümumiyyətlə siz dediniz Allah'a danır. İndi o Allah Hristiyan ki olsun, müsəlman ki, kimin ki olur olsun. Yəni bu boş sözdür ki deyirsən. Özündə bilirsən gülüncüdür. Mən onlardan çıxıram. Ben sadəcə sizə sual verdim. Gülünc deyil, qardaş. Yox, gülüncdür də. Biz təhqir eləmirik. Bax, mən sadə sual verirəm. Mən o dildə məcburən, icbari, fars dilində də biz ki, onun da 60%-dan çoxu ərəbcə terminlərdir. Biz icbari dərs oxumuşuq. Mən güneyliyəm. Yəni onun detallarını bilirəm, o dilin incəliklərini bilirəm. Konkret Allahı kişi kimi timsalında verir öz kitabı. Buna necə açıqlama gətirə bilərsiniz? Qardaş, mən sizə dedim ki, mən nə dilçilik üzrə alim deyiləm, siz də dilçilik üzrə alim deyilsiniz. Bunu dilçilik üzrə alimdən soruşun, o açıqlamanı sizə versin. Mən sizə bunu bayaq qardaşa da dedim, sizə də deyirəm. Mənim fikrim o deyil. Yoldaş, bir də mikrofonu bağla, bir dənə səs. Hörmətli cət, bu dediyimiz ateist həftəsini bugün başladaq deyirsiniz. Zaten buradadılar. Təklifiniz nədir? Davam edin, buyurun.
Kim? Səndən də eləmədim, sən söhbət verin. Tamam Ekim, sevirik necəsən? Bu Sağ ol, mənlə sən necəsən? yavaş yavaş. Bu ayət oxudun, göydən deyirsən ki, manna kaşı göndərir, nə bilim neyini. Ümumiyyətlə mənlə nə məna verir bilirsən? Qudret halvası. Nə alvası? Qudret halvası. Sən, tamam, bu yağış əvəzinə, yəni ayənin təfsirini təqdim edə bilərəm, problem deyil. Bu yağış əvəzinə bal kimi bir şey yağıb səmadan. Bir dənə üzr istəyirəm. İlham buyur yekunlaş səndə. Üzr istəyirəm, evdəyim. İslam. İslam icazə ver, qardaş, mən çıxıram, icazə ver. Hə, bildim, buyurun. Buyurun. Hə, Çevik, səmadan yağış əvəzinə bala bənzər nemət yağıb. Bu da bilmirsənsə deyim sənə. Fironun ölümündən sonra ki, bir çoxlar adamlar ac qalmışdı tarixə görə. Firon hardan öldü ki, tarixə görə deyirsən özdə? Musa, Arasında qalan Firondan gedir söhbət. Musa ilə müharibə edirdilər. Həmin Mənə vaxt Musa ilə insanlar müharibə eləyən və dənizin arasında qalan bir tarix fakt varmı? Verə bilərsənmi? Tarix adından danışırsın. sən qəbul etməyəcəksən. Tarix, yəni bizim əlimizdə olan mənbəyə əsasən deyirəm tarix. Mən məsəl üçün sənə tutalım hansısa bir tarixi döyüşü gətirə bilərəm, qəbul etməyə bilərsən. Çünki bu sənə görə Əgər dəlilləri varsa necə şey olmur ki? Tamam da tarix mövzusu üzərində danışmaq istəsən, tarix mövzusu üzərində danışarıq. Sən burada ayəti belə Mənbəyi çatdırırsan ki, verməlisən ki, görmə etibarlı qaynaqdırmı? problem deyil. Deyirəm tarix üzərində danışmaq istəyirsənsə danışarıq. Amma sən ayəni təqdim edirsən qaqaşa ki, göydən manna kaşa yağıb, bildirsin yağıb. Belə yazılıb. Mən də ayənin tamam da ayənin təfsirinə əsasən, əlimizdə olan təfsirə əsasən. Fironla döyüşdən sonra insanların bir çoxu ac idi. Allah Əzə və Cəl də yağış əvəzinə bala bənzər nemət endirirdi. Yağış əvəzi bala bənzər nemət endirirdi. Mənna mənası budur. Yəni bilmirsənsə sənə görə deyil də, yenə deyirəm Mənə görə yox, yazın, manna yazıb, bizə görə, sizə görə söhbət. Mannanın sən belə çıxmasın, kaşa məsələsini bugün müasir dövrə əsasən. Salam Zahar, xoş gəldiniz. Rami, səni də tutmaq olmur. Müsəlman canlısında müsəlmansan, ateist canlı. Biraz bu yəni münafiqliyin olacaq. Elə Babrik, səni də tutmaq olmur. Publikaya qaçaq edirsən, amma hərdən özün də olmağa bacar da, yaxşı. Sən başqa canlıda canlı verərəm. Verəcək bu müsəlman qardaşlara, bu Təhrim surəsinə görə danışıbsınız buna görə, Təhrim surəsinin məsələsini bilirlər. Onlar mən sual verəm. Təhrim surəsi ilə bağlı bu nazarla danışmışıq, təkrar danışmaya gerək varmı ki? Bu 5-ci ayəsində, 1-ci ayəsində deyir ki, qadınları özünə razı eləmək üçün niyə biz halal etdiyimizi özünə haram edirsən? 5-cisində də deyir ki, bu qadınları umuruq ki, bunları boşayasan, biz sizə yetərincə qız və dul qadın verəcəyik. Niyə? Bunun məsələn işi gücü nəyə idi? Elə ancaq o boyda kainatın sahibi deyilən, elə bir dənə Peyğəmbərin cinsi məsələsindən uğraşırdı. Bunun nə mənası vardı? Qardaş, sən o fikirləri və bir daha deyirəm. Sən gəlmirsən, Özgür qardaş. Gəlib burada belə deyim, ateistsən, deistsən və yaxud mən adi bir vətəndaşam. Deyək ki, mənim heç bir dini anlayışım yoxdur. Mən ateist də deyirəm, deist də deyirəm. Gəlib məndən soruşursan ki, bunun anlamı nədir? Sənə deyirəm ki, onu get dilçi alimlər, onu misal üçün din alimləri olur da, hər bir ölkədə var. Deyirsiniz, Güney Azərbaycanda yaxlaşır. Qardaş, mən ümumi prizmadan deyirəm. Misal üçün, ateistlər var. Ümumi prizmadan deyir ki, bunlar ateistlər. Mən soruşmuram ki, səndən hansı ateistlər var, kimlər var. O qədər ateist var, o qədər alim var. Söhbət onda deyil. Mənim fikrim başqadır, sizə çatdırmaq istədiyim fikir ondan ibarətdir ki, mən nə qədər ateist tanıyıram, Türk olsun, Azərbaycanlı olsun, fərq eləmir. Yəni, bu insanların oturub müzakirə elədiyi din İslam dinidir. Sənlə İslam dini nasıl dini müzakirə eləyək ki, ay İslam, sən müsəlman şeysənsə, İslam dini mənsup. Mənimlə yox, mənimlə yox. Xristiyan gələndə xristiyanla müzakirə eləyək. Yox, lap Rus ateist olsun, lap Alman ateist olsun. Fərq eləmir. Çeviş bəy, aydındır bunun sözü. İcazə bu elə öz sözündən deyim. Onda belə götürəndə, yaxşı keçək ümumiyyətlə bu səmavi deyilən dinlərin hamısının Allah güya birdir da. Hərə özünə bir ad qoyubdur. Yahvədən, nədir, Allahdan, Xudadan, Qaddan, Taradan işim yoxdur. Sözünü kəstiniz, çox sağ olun.
Bağışlayın, mən yox sualıza cavab verirəm. Bax elə deyil. Sözümü kəsərək Əgər cavab bu verirsinizsə mən xristianlıqda ondan sonra iblislərdən danışsaq, hətta onların kitabında, yəni 5 dənə seçilmiş peyğəmbər var, ulul əzm deyirlər, kitab sahibləri. Onun lap belə xod gedəninin də biri İbrahimdir. İbrahim göcüyə götürür öz bacısı ilə ki, əmir, ögey bacısıymış, yəni atadan birdilər, anadan ayrı, onunla evlənir. Bu da çox gözəldir. Oradakı reklam aparıb, təbliğ edirmiş, təhlükəyə düşübdür. Qəra Allah buna, Tevratın özündə deyir ki, Allah buna dedi ki, mən sənin arxanda durmuşam, sənin canını da, malı da, hər təhlükəsizliyi, hər nəyi qoruyacam, sənin nəslinə bərəkət verəcəm, qoruma get və təbliğatı elə ilə. Bu da xanımın götürür yolda, hər kəsə tuş gəlmiş, deyirmiş, çün, sən gözəlsən, səni mənim əlimdən almaq üçün ərli qadına biraz pis baxırlar, yaxın düşməyi ən yaxşı yolu budur ki, məni öldürərlər. Məni öldürməsinlər deyə harada soruşdular, siz nə münasibətiniz var? Deyək bacı qardaşıq, deyib də budur, səni məndən əlimdən alarlar da məni öldürməzlər. Səni özcülbə, İbrahim'i deyirsən. İbrahim deyir, İbrahim. Bu ki deyirlər təkcə Quranla mübahisə edir. Dinlərin hamısı bu cür boş-boş sözləri var. Adam seçilmiş peyğəmbər özü əvvəldə deyilir öz kitabında Tanrı sənin arxanda durub, sonra da deyir ki, qorxuram ki, əgər sənə Tanrı demişsin, mən səni qoruyacağam, niyə qorxursan? Deməli yalan deyirsən də, ya o Tanrıya inanmırsan, ya ümumiyyətlə bu nağıl başdan ayağa yalandır. Axırda da öz əlindən xanımın verir, bu Yevrəsəlimdə bir dənə şaha, o da bilir, sonra deyir götürgünən bu məni günaha batırıbsan, ərli arvaddan yatızdırıbsan. Bu da elə o birisi dinidir. Bu dinlərin hamısı elə bir bezin qırağıdır. Sən elə düşünmə ki, təkcə nədən danışırıq. Qardaş, birincisi, bir də axşamınız xeyir olsun. Qardaş, birincisi, yenə deyirəm, özür qardaş. Buyurun, buyurun. Mənim sözüm Özgər qardaşadır. Qardaş, axşamın xeyir. Bir ağları başladınız Fatihə surəsindən. Orada dediniz ki, Allah Teala buyurur ki, məni düzgün yola yönət, nemət verdiyin kəslərin yoluna. Əlbəttə ki, Allah Teala bir bəndəsini öyrətmək istəyirsə, o Rəbdirsə, yol göstərəndirsə, o ona necə dua eləməyini göstərməlidir. Dur. Yox, mənə yox. Da mən o dili yaxşı bilirəm. Orada o zaman deməlidir ki, qol denən Allahın nəqlindən, dilindən deyir ki, öyrədər ki, denən ey müsəlman, ey iman gətirən, ey peyğəmbər, denən müsəlmanlar belə desinlər. Orada qol sözü yoxdur. Və niyə o birisində deyir qol huvəllahu əhəd denən o kişi Allah deyir. Qol deyil. Qul əuzu birabbin nas. Niyə deyir qol, yəni denən. Surəni surəyə qatmadı. Burada qol yoxdur axı. Burada birbaşa elhamdülillahla başlayır. Qolaq asla Fatihədən başlayır. Fatihədə müəllim əgər öz tələbəsinə söylətmək istəyirsə, o tələbə qandığı surətdə onu başa salır. Bir fərqi yoxdur ya, hansı dində, dinsizlikdə. Əgər kimsə mənə nəsə başa salmaq istəyirsə, mən başa düşən qaydada mənə başa salır. Quran da alimlər üçün yaranmayıb ki. Quran da fəqir insanlar üçün yaranıb, alimlər üçün də, dərk eləyənlər üçün də, dərk eləyə bilməyənlər üçün də. Başladım, orada necə ona dua eləmək lazımdırsa, o belə göstərdi ona. Keçdik, indi deyirsən qulhu Allaha, Allah erkək şəklində göstərilir. Allah Teala Quran-ı Kərimdə özü dediyi ki, Adəmi öz nurumdan yarattım, özümə bənzər yarattım, öz ruhumdan üfürdüm. Kişi də yarandı birinci. İndi o birisi qardaş deyəcək ki, Həvvanın adı Quranda yoxdur, tamamilə razıyam, yoxdur. Olsun Həvva olmasın, olsun hər bir hansı bir xanımın adı. Fakt Adəmin adı yaranır, birinci Adəm də yarandı. Allah da özü buyurur ki, mən onu öz nurumdan yarattım, özümə bənzər yarattım. Və Adəmi zəif yaratmadı ya, Adəmi alim yarattı. Çünki mələklərə dedi ki, əgər siz bilirsinizsə, bu şeylərin adını deyin. Onlar bilmədilər, Adəmə dedi ki, sən onları başa sal. Adəm başladı. Adəm zəif insan yaranmayıb. Bəs o zaman bağışlarım, şeytanla Allah'ın arasında... Özgür Bey, siz dinsiz, sizdə böyük ehtimal. Kim? Özgür Bey. Buyur. Bəli, buyur. Özgür Bey, bəli. Blok üçün 3 dəqiqə vaxtımız var Özgür Bey. Dördüncü. Tamam. Yeridibli bloklamalısın. Ver də cavabı. Kim danışır? Mən deməliyəm. Mən cavab Əzim adam Adəmdən danışır və siz də oturub dinləyirsiniz. Buyurun cavabı verin, yoxsa bir-birimizin vaxtını almayaq da.
Bəs deyirəm də icazə vermir ki, axı elə öz sözünü danışır. Əgər o Adəmin hekayəsinə inansaq, o zaman ki Həvvanın da adı gəlməyib, sonra iddia edirlər ki, onun qabırğasından təzədən onu yaradıbdır, bir dənə də bu nağıllar. Qardaş biz realdan danışırdıq da, realdan danışırdıq. Allah Taala işində səhv yoxdur. Adəmi yaratsın, sonra fikirləşsin ki, yox. Adəmin bir an qabırğası çoxdur, ondan Həvva yaradım. Bu mümkün olan bir şey deyil. Başladınmı? Yəni danışanda burada oturub savadlı adamlar. Biz o qulaq asır, savadlı da qulaq asır, savadsız da qulaq asır. Qardaş biz özümüzdən demirik ki, bunu bütün dini mənbələrin hamısını təsdiq elədiyi məsələdir. Ondan da sonra buradan keçək. Buradan keçək. Burada oturanlar heç kim var, heç kim Qurandan kənar danışmır. İcazə buyur. Hədisi qəbul edən yoxdur. Oradakı Allah Adəmi yaradır və şeytana deyir ki, buna səzdə elə, bu deyir, mən bilirəm, bu nə fitnə fəsad yaradacaq, buna mən səzdə eləmirəm, mən bundan başam. Onu şeytan demir, onu mələklər bilir. Orada şeytan Allah'tan çox bilirdi. Yəni Allah bilmirdi bu fitnə yaradacaq, o deyirdi. Sonra da deyir, gördünüz mən deyəndi. Çevik, bu kişi yalan da yalan danışır. Yəni nə lazım? Yalan danışmıram. Vurğunan Quranda bax. Quranda elə ayə var ki, şeytan belə dedi. Mələklər deyir ki, şeytanı Bir dəqiqə üzr istəyirəm. Bir dəqiqə üzr istəyirəm. Yalanlar bunu Delik bir dənə sən yəni hər şey analiz edən oğlansan. Bir dənə diqqətlə qulaq assın mənə bu. Mən fikrimi çatdım. Allah Taala bir yerdən danışırdıq ki, hədis qəbul eləmir. Quranda yoxdursa yoxdur. Demək o fakt olan söhbət deyil. Quranda Allah Taala elə söz demir. O sözü ki mələklər dedi ki Allaha, sən elə bir şəxs yaratmaq istəyirsən ki, yer üzündə fitnə fəsad törədəcək, ya mənim də ağlım içində gəlir, prosta mən Qurandan danışıram, ya mələklər insan tanıyıblar əvvəllər. Demək Adəm birinci peyğəmbər olub, birinci insan olmayıb. Ya belə məntiqlə belə götürülür. Ki insan olub, amma peyğəmbər olmayıb, poslanik olmayıb. Ya da ki, mələklərə də o xüsusiyyət verilib ki, onlar öncə görənlik eləsinlər. Çünki elə özünü məhkum edirsən, şeytan özdə mələklərdən idi. Yox, şeytan mələk olmuyor. Şeytan cin tayfasındandır. Xeyr. Şeytan təkəbbürlü elədi. Ondan da sonra icazə buyur. Konkret şeytan deyir ki, mən oddan yaranmışam və o torpaqdan, mən ondan başam, ona səzdə əymərəm. Mələklər oddan yaranmışlar. Vatandaşlar, yoldaşlar, yoldaş, Özgür bəy, teşekkürlər. Nədir qardaş, Ş hərfi ilə gələn qardaş, adın nədir sənin? Şəmsəddindir adım. Şəmsəddin qardaşım, Adəm ilk insandı deyil. Konkret. Bəli, məntiqlə baxanda Qurana, əgər mələklər Allaha deyir ki, sən yer özündə fitnə... Əzim, hə ya da yox, ilk insandı mı, deyildir mi? Mənim ağlımdan danışıram, mən Quranla danışmıram, mən də alim müştəhid deyirəm. O ayəyə əsasən güvənərək fikirləşirəm ki, ola bilsin ki, Adəm birinci peyğəmbərdir, birinci insan deyir. İnsanlar var idi yəni, insanlar var idi, Adəm birinci peyğəmbərsə Adəmə təzarvat niyə düzəltdilər? Bax, burada məsələ oradan girir ki... Məsələ burada, yox, konkret cavab istəyirəm, əzim, insanların olduğu, yəni Adəm kimi insanların olduğu bir topluluğun içinə göndərilmiş. Adəm olan yerdə... Təzarvat verdilər. Adəm olan yerdə insanlar, mələklər, heyvanlar, canlılar günah işlətmirdilər. Demək ki, əgər insan olub... Adəm var olarkən, Adəm yaradılarkən insanlar ətrafda var idi, Adəmə təzarvat niyə düzəltdilər? Yox, ətrafda yox idi. Ətraf başqa şey. Ətrafda yox idi, o zaman deməli ilk insan Adəmdir. Çünki Adəm hələ bir yerdə idi ki, ora sakitlik və sabitlik yeri idi. Əzizim, başa düşdün? Belə yer idi, mən maraqlandırmır. Konkret sualıma cavab ver. Adəm var olanda kiməsə peyğəmbər, bir topluluğa peyğəmbər gəlmişdimi, gəlməmişdimi? İlk insan idimi, deyildirmi? Bax, məsələ yəni buradan gedir ki, deyir ki, mələklər deyir, bunu mən demirəm. Mələklər deyir ki, sən elə bir şəxsi yaradacaqsan ki, yer üzündə fitnə fəsad və Əzizim, Bəqərə surəsi 30-cu ayətdir, məlumatım var. Zəhmət olmasa məndən öncə Bəqərə surəsi 30-cu ayət sıfırdan olmayan bir insanı yenidən inşa etməkdən mi gedir, yoxsa Adəm peyğəmbər olaraq təyin olunmuşdu və ətrafda insanlar var idimi? Üstəlik. Məsələn, Adəm məsələsi. Qardaşım, bu ayətin Bəqərənin davamında, Bəqərə 30, 31, 32, 33, 34, 35, 36, 37 davamında Adəmin cənnətdən qovulmasından da danışır. Sən mənə bir dənə izah elə, bu peyğəmbər idimi, deyildirmi? Əgər Adəm peyğəmbər idisə və kimlərsə də var idisə... Adəm cənnətdə deyil axı. Və onu niyə hələ müzakirə edirsiniz ki, Adəm cənnətdə? Tamam, gəl baxaq. Bax. Cənnətdə o Şirlankada olub, mənbələr var, axtarılır. Qardaş, hörmətlə yanaşaq da bir-birimizin fikrinə. Gələ qardaşım, ayəti var. Adəmin əyalında var, Şirlankada məbədi var, mən ziyarət eləmişəm, mən onu boş-boşuna demirəm.
Bəqərə surəsi 35-ci Yəni ayət. mən səninlə o təbdə danışmıram da. Əzizim ayəti oxu. Deyirəm qardaş, məzələnmək üçün demirəm, həqiqətən elə bir axtarış. Qulaq as. Bax orada da şeydir, cənnətdə, amma ərəb dilində onu göstərdi ha qaqa. Əzizim mən ərəb dilini bilirsənmi sən, qardaşım? Mən bilirəm. Hə, zəhmət olmasa onda ekrana bir dənə ayəti qoyum, tərcüməsini də dinəm mən. Buyur, bir dənə oxu da zəhmət olmasa. Yüksək səslə. Əzizim, yüksək səslə. Qardaş, yüksək səslə. Bəyəfəndi. Bir dəqiqə səbirli ol qardaş. Mən heyecanla oxuyuram, ona görə heyecanla oxuyuram, ona görə Yüksək istəmirəm ki, səslə belə oxu kimi. da, heyecanla yüksək səslə oxu da. Bəy icazə buyursan mən oxuyum, o tərcüməsini oxusun. Ya, özür. Sizə vaxt ayrılmışdı, blok atardınız. Aleykum. Teşekkürler dostum, teşekkürler. Mevzu bitmiştir. Şi kardeş, teşekkürler. Sağ olasın. Düşürdürəm səni. Qardaş, yana sonra ona burada Teşekkürler. Və ayətlər dəqiqləşdi, sonra gələrsən. İndi keçdik. Özgür bəy, başqa bir məsələ var mı? Bəli, İslam bəy. Xeyr, ərzim yox. Elə bilərsin. Sevinç qardaş, sizdən bir xahişim var. Buyur. Bir daha deyirəm. Mən burada hər hansısa bir şey, necə deyirlər ona, mübahisə eləmək üçün, müzakirə eləmək üçün və ya danışmaq üçün gəlməmişəm. Bir dənə sizdən xahişim var, Çevik qardaş. Razıyam sizinlə. İslamın dəyərliklərini araşdırırsınız, lap gözəl. Bizə aydın olan, olmayan mövzular çıxacaq inşallah ki ortaya. Sadəcə olaraq, bizdə də xahişim var sizdən. Bu cür İslam dəyərindən araşdırdığınız kimi Azərbaycanda da Yahudilər və Xristianlar var. Tövrəti, İncili, Zəburu, Babili hamısını araşdırıb orada olan mənfilərə Hamısını araşdırmışam əzizim. Mən həsrətlə gözləyirəm ki, bu səbirli ol. Mən həsrətlə gözləyirəm ki, yayına bir Xristiyan gəlsin, deyim ki, Davud damda cəmaatın arvadı necə olmuyor? Başa düşdün mü? Cinesiz, yaradılış. Təşəkkürlər. Oldu. Sağ ol. Başqa bir məsələ var yoxsa? Nəysə, davam elə söhbət. Qonaqlarım var, danış, problem yoxdur. Başlayalım. Sağ ol. Anladım. Sən. İbn Teymiyyə, buyur, xoş gəlibsən. Axşamın xeyir. Nə var, nə yox? Sağ ol, yaxşı. Allah elə tapa bilməmsən. Olmayan bir şey tapmazlar. 2-3 sözlə ispat edeyim. Nəyi? Allahın varlığını. Sən kimi cazib et kontologiyaya gəlsən? Mən. Sən keyfə gözlənməzsən oxu. Bir dənə görüm Allah nədir ümumiyyətlə? Baldırlıdır, baldırsızdır, əllidir, əlsizdir. Yaradan. Yox, atributların deyirəm. Fizikidir, metafizikidir. Təyin edə bunları. Yaradan. Nəyi yaradan? Yaratmaq nədir? Nəyi yaradan? Mən də bir şey yarada bilərəm, uşaq yarada bilərəm. Var olan hər şey. Yaratma prosesini necə müşahidə elədim? Yaratmaq nədir? Yaratma prosesini necə və nə cür müşahidə elədin? Şuurludur mu, şuursuzdur mu, iradəlidir mi, iradəsizdir mi? Məntiqi zərurətdir mi, yoxsa ontoloji? Yaratmaq nədir? Suallarıma cavab Yaratmaq feil. Təşəkkürlər. Sualı mən verirəm də. Təşəkkürlər, salamat. Aska buyur, xoş gəlmisən. Cevik nasılsın? Sağ ol dostum, yaxşıyam. Sən necəsən? Sağ ol, var ol. Bak, yavaş yavaş. Cevik, bundan 3-cü dəfədir qoşuluram. Belə sizin bəzi dedikləriniz doğrudur, hardasa. Bəzi şeylər. Bildiniz daha nə demək istəyirəm. Amma elə şey var ki, onları bəzi insanlar başa düşmür. Allah yoxdur sözü deyəndə biraz insanlar pis təsir edir insanlara. Mən başqa şeyə sual vermək istəyirəm. Bir dənə sual verəcəm, buna cavab verərsin.
Olar. Olar. Bax 1400 illik bir kitabdır da, düzdürmü qardaş? Yox. 1400 il əvvəl ait bir Ay, kitab sağ ol. var kompleks şəkildə. Bax bu kitabda 1400 il Soruşdur. Mən də yox dedim. Adam yenə dedi ki, ay. qulaq as da bir dəqiqə sözüm kəsmə. Çünki Xahiş edirəm. ümumiyyətlə eşitmədin. 1400 illik kitabda indiyənə qədər səhv olmayıbdı. Əzizim 1400 illik kitab yoxdur ortada. Quran kitabı nə qədər yaxşı var? Mən də səndən soruşuram. 1400 il əvvəl ait Mən kompleks sənə sual Quranlar verirəm. Çox ki mən bilmirəm da məsələn. Əzizim, canım gözüm. 1400 il əvvələ ait komplekt bir Quran yoxdur əlimizdə. Siz niyə söz kəsirsiniz? Axıra kim qulaq asın da qardaş? Sual verdim, mən də cavab Sözün verdim. canı nədir? Bir də qulaq asın da, xahiş edirəm. Bir də qulaq asın da. Siz o kitabda indiyənə qədər Vətəndaş, sən sual verdin, təsdiq istədin. 1400 illik kitab var. Mən də dedim yox. 1450 illik bir kitab əlimizdə yoxdur. Başa düşürsən? Sən bu suala cavab almaq üçün verdinsə mən də cavablayıram. İndi davam elə. mən başa düşmürəm səni valla. Canın sağ olsun. Damadı düzgün yola çəkmək lazımdır. Anlayıram. Yalandan danışmaq. Teşekkürler. Oy. Nəyə məruz qalıq biz? Onu da dedim ki, Quranın orijinalları üzrəcəm Qətərdə, Dubayda 1314-cü əsrə aid. Onun əvvəl yoxdur. Hamısı da mən Bir dənə Yemen kimsəsə Quran var ortalıqda. Mənə yazsın. Orijinal Quranı atım ona. 1314-cü əsrə aid. Bəli. Roma buyur, xoş gəlmisən. Roma. Cavab yoxdur. Abbasov buyur, xoş gəlmisən. Abbasov. Cavab burada da yoxdur. Aziz buyur, xoş gəlmisən. Salamünaleyküm. Aleyküm. Mən sizdən şey soruşmaq istəyirdim. Bu Allahın varlığı Quranda necə yazılır? Yəni bu cəmaət nəyə inanıb bilirlər ki, Allah var? Əzim, sən bir dini mənsubiyyətin var yoxsa yox? Yox, mən özüm belə ateistə yaxınam. Prosta bu cəmaatı yəni başa düşmək istəyirəm. Yəni bunlar nətər bildi yəni Allah var, nətər başa düşdülər bu Allah. Əllərində yazılı bir bəyan hesab elədikləri qaynaq var axı, bir külliyyat var. Necə yəni başa düşmədim. Quranları var, hədisləri var. Və onunla elə bilmək olar Allah var. Hə, baxıb oxuyub eşidib iman eləyiblər. Yəni Allah yəni prosta kitabı oxuyub yəni durublar bu yola. Kitab yox, adam müsəlmandır. Allah'a inanır, Peyğəmbərə, dinə inanır, kitaba inanır. İnandığına Mən başa düşmürəm, bunlar necə inandı? Yəni bunlara nə inandırdı bu şeyə? Yox Adam ki, müsəlmandır. Aziz, yox ki, baba inandı. İmanın şərtləri var. Başa düşdüm, sağ ol. Teşekkürlər, sən də sağ ol. Maqa buyur, xoş gəlmisən. Böyük bəy, mən üçün bir sözün olmasa mən düşüm aşağı zəhmət. Salam axşam. Tamam, teşekkürlər. Axşamın xeyir. Sevik bəy, axşamınız xeyir olsun. Axşamın xeyir dost. Çox sağ olun, efir qoşduğunuz üçün məni. Yəni, efir deyəndə canlıya qoşduğunuz üçün. Mənim sualım əslində sizə deyil, müsəlmanlaradır. Yəni, hansı ki, mən dinə qarşıyam özümdə, yəni dinə inanmıram. Mənim sualım bir nəfər müsəlman çıxsın desin ki, burada əgər Qardaş səhv deyirsən, Yəni, dinə din- qarşı olmazsın. Burada heç kim dinə qarşı deyil. Elmə əsasında olmadığını deyirik. qarşı Dinə deyiləm. Aysan, ola bilər səhv demiş ola bilərəm, amma mən inanmıram da, din məfhumuna inanmıram. Mən indi bu dəqiqə Əgər burada müsəlman özünü müsəlman bu adlandıran dəqiqə kimsə Krishna məbədini dedim, gəlirdim. Ona qarşı deyirəm. Biz baxırdım, görürüm qəşəng hekayələri var. Baxırdım zaten. Bəli. Ya başa düşdüm. Ola bilər səhv ifadə elədim. Yəni kim yazın tutdu. Seviş bəy ağıllı insan da tutdu nə demək istədiyimi. Yəni bir nəfər mənə Təşəkkürlər çıxsın, əzizim, izah eləsin ki, təşəkkürlər. əgər Allah müsəlmanların dediyi ki, Əzim, mikrofonun görəndirsə, pis vəziyyətdə deyil, mən də işdə 4 bilmirəm. ədəd, 4 dənə səmavi kitab
Teşekkürler my kardeşim. Bu soruları biz zaten her gün veririk. Demək istədiyim odur ki, ya və mənə biri durub izah versin ki, niyə məhz ən ideal olan bunların dininə görə Zor debat eləmək istəyirsən bəyəfəndi ilə, bəyəfəndi Qısa cavab verəcəm bəyə. Ama Baperov imkanı varsa megabayt keçsin, konuşun internetindən ayrılsın. nə görə Adəmlə göndərə bilməzdi. Yəni bir vahid kitab kimi. Əgər hər şeyi bilən idisə, bir tək Adəm Başın peyğəmbəri Wi-Fi-dan çıxında zəhmət olmasın. qovanda Quranda verib qoltuğuna göndərərdi də. Teşekkürler. Necə? Kulağıma işkence verə bilmərəm mən. Gümüş Pandora buyur, hoş gelmişsən. Kulağıma yazıqdır. Pandora. Bir dənə bir şey, Pandora'nın Sevik, fürsətdən belə deyək də, indi özünkiyəm, qıraq deyirəm. Bir şeydən fürsətdən istifadə cavab verin, bəlkə məsələ görə ki, bir nəfər qalxdı, deyir ki, kitabla Allah tanıdılar, neynədilər. Ümumiyyətlə, İslam inancında belə bir şey yoxdur, nə Xristiyan inancında belə bir şey yoxdur. Ümumiyyətlə, bizim etiqad, bizim baxış nədir? Biz Allahı əqillə tanıyırıq. Bizim üçün kitab qoyulan qaydadır. O qəbul etdiyimiz, iman gətirdiyimiz Allahın qoyduğu qaydadır. Haqq, batil, haram, halal. Çıxarış ver də Tanrıya. Əqli bir dənə çıxarış. Sən cisim anlayışından yanaşırsan, mən səndən fərqli yanaşıram. Yox, sadəcə əqli çıxarış ver də. Mənim deyirəm də, sən onu əqli çıxarışı cisim anlayışından tələb eləyə bilərsən də. Xəzim, mən heç nə tələb eləmirəm səndən. Səndən deyirəm ki, eyni halda sual verirəm. Metafizikanı qəbul edirsən, hə? Əzim, metafizik deyirsən Tanrın. Yox, metafizikanı qəbul edirsən, hə? Qəbul etsəm də eləməsəm də metafizikadır. Sadəcə soruşmaq. Qəbul edirsən, etmirsən. Xeyr, Tanrı məsələsində xeyr. Çünki sən Tamam da metafizika qəbul etməyən birinə ümumiyyətlə əqli və yaxud nəqli nəsə əqli çıxarışımı ver bir baxaq da görə bəlkə qəbul elədim. Niyə vermirsən ki? əqli çıxarış anlayışı ümumiyyətlə sənə görə nədir? Əzim, sən Tanrıva tərif verəcəksən, rasional bir iddia qaldıracaqsan, biz də rəddiyəsini verəcəyik. Qaldır görüm. Başa düşdüm, deyirəm əqlə, əqli çıxarış deyirsən, ha. Məntiqi çıxarış da, əzim, əql dediyin şey məntiqi çıxarış. Yəni Tanrıya dair bir məntiqi çıxış əldə edə bilirsən. Bu müsəlman baxışı, ümumiyyətlə Allahın əqllə dərk etdiyi Allaha iman gətirən bir kəs, nəinki mən sıradan bir insan, ümumiyyətlə Peyğəmbər belə Allahın hansı formada olduğunu düşünməsi belə bir günah. Əzim, mən sənə forma istəmirəm, əqli bir məntiqi bir çıxarış istəyirəm. Lakanik cavabım budur, hər şeyə sahib olan istədiyini istədiyi tərzdə edə biləcək və ol deyərək istədiyi bir şeyi oldura bilən Allah. Cavabım budur. Bu etiket deyə tərif deyil, bu bir. Təriflə varlıq yaradılmır, bu iki. Tərifin bundan ibarətdir də. Qəbul, antologiya deyirəm də, sənə bir növ lazımdır ki, bilirsən, sən çox şey, burada yəni çox dinləmişəm də, deyirsən bənzəri nəcürlü, forması, bayaq birinə dedim, baldırı var, budu var, nə bilim nəyi var, İbn Teymiyəyə. Bunu öz başıma demədim ki, mən əhl-i-sünnə xətti qəbul edir də. Əhl-i-sünnə xətti yox, o başqa bir qolun, bir alimin yanaşmasıdır və bir çox alimin bunu inkar etdiyi haldır. Yəni, sən belə deyək də, hədisə, ateist olaraq hədisə girməyəvin özü bir absurddur. Belə tabras qidiyim acizdir. O zaman sən mənə Quran və qaynaqların xaricində Tanrı tərifi. Yox, sən qarşındakı insanla Tanrını tapmayıb, Tanrının kitabından qəbullanmayıb, dərhal birbaşa hansısa bir şəxsin sözünə keçməyin bunun özü günü. Bu 300 illik argumentlərlə, çürük argumentlərlə, yəni çıxa bilməzsin söhbətimizin. Əzizim, Quran xaricində, İxlas surəsi xaricində mənə Allah tərifi verə bilərsən sən? Deyirəm axı sənə, bax, Quran-ı Kərimdə Allahı sadəcə olaraq ona məxsus hansısa bir sifətləri tanıda bilər. O sifətlər məsəl üçün 80% ayənin sonunda Allah rəhimlidir, bağışlayandır. Bununla kimsə deyə bilməz ki, mən Allahı tanıdım. Quran-ı Kərim bizə, müsəlman... Sənin Allahı tanıdan, tanım verən İxlas surəsidir. Düzdür? Aha. Buradan tanımı aldın. İndi atributları sayaq görək nədir. Bir də üstünə sən nə etməlisən? Bu bir məntiqi zərurətdirmi, ontoloji zərurətdirmi? Bunu təyin eləməlisən. Bu fiziki bir substansiyadır, metafiziki substansiyadır. Yox, yanaşman özü yanlış. Bu fəlsəfə məsələsidir. Tamam da icazə ver. Fəlsəfə sən öz istəyinlə girir. Bir dənə üzr istəyirəm, bax.
Zaruduz deyir ki, deyir ki, əqli şeylər. Birinci bu eşitdik iman etdik məsələsi, eşitdik iman etdik bu məsələsinə ziddir dediyin əqli şeylər. Birinci. İkinci iman etdik ayətlə bağlıdır ki, Zar sözünü bitirib. ay qardaş, sən demədiyim sözü boynuma qoyursan, imkan ver də. Yox, o sözünü bitirib. Eybi yoxdur, yalan səhv olsa bax. Amma imanın şərtləri özü ağlı inkar edir. Məsələn, Allaha inanmaq, peyğəmbərə inanmaq, o dünya. Burada harda əqli var? Nə əqli var da? İnanmaq. İnanandan sonra girirsən İslam'a. Sənin düşüncən mənə höccət deyil ki, sənə görə ağlı inkar İslamda edir. imanın şərtləri var. Sən ha əqli qortağına. Orada nə əqli var? Yəni deyirəm ki, sənin bu düşüncən ki, imanın şərtləri ağla ziddir. Bu sənə deyirəm ki, bu sənin şəxsi düşüncəndir. Şəxsi deyir. Mənim iman gətirdiyim peyğəmbər mənə sənin tanıtdığı kimi tanıtmır. Yox, bugün mən belə birinci İslam'a deyəcəm. girən adam, bax Zahir, girən adam deməlidir, mən Allaha inanıram. Bir, burada ağıl yoxdur. Peyğəmbərə inanıram. Əqillə Allahı dərk edir. Əqillə və yaxud kimisi qəlbən. Sonra. Bax, deyirəm ki sənə, əqillə, istər qəlbən. Zavr, deyirsən, bir-birinizə pas atırsınız. İcazə versiniz. Olmaz belə əqillə deyirsənsə, əqli çıxarışı ver də bizə də. Niyə yoruqdur? Əqli deyirəm ki sənə qaqaş, biz İslam etiqadında belə bir yanaşma, heç tenqricilikdə belə bir yanaşma olmur ki, mən Tanrını dərk elədim və onun belə bir çıxarışını verim. Belə bir şey yoxdur, qaqaş. Bu sizin şəxsi uydurma düşüncəniz. Əzim şəxsim zadım deyil. Necə ki fəlsəfəyə girişin qaydası var. Sən keyfə görə fəlsəfə quranmazsan, məntiq quranmazsan. Məntiqi bir çıxarış sənin versənsə, qurduğun fəlsəfənin də həqiqət olduğunu mənə isbat edə bilmərsən. İsbat eləyərəm laf qəşəng. Səndən empirik dəlil tələb eləsən, verə bilərsən, verəməyəsən. Məsələ burasındadır. Getdin sən yenə deyirəm də sən artıq cismə qaçırsan axı. Ay qaqaş, olmaz da belə olmaz. İndi özümüzün içindən yenə sən elə bilirsən ki, belə də olmalıdır. Xeyr. Hələ ki siz söz kəsirsiniz. Əzizim, iki dənə məsələ var. Ya bilgi fəlsəfəsinə girəcəksən, ya varlıq fəlsəfəsinə. Sənin tanrın varlıqdırmı, bilgidirmi? Varlıqdır. Mənim tanrım varlıqdır, cismani varlıqdır. Ayso. Hər nə varlıqdır, istər metafizik, istər fiziki. Zəhmət olmasa varlıq kateqoriyasına giriş icazəsinin kriteriyalarını təmin elə. Əqli olsun, özün dediyin kimi. Hara girsən bu artıq cisim olur. Hara girsən, sənin istədiyin tərzin hansı? Mən deyəcəm ki, məsəl üçün, Tanrı bir nurdur. Qəbul edəcəksən. Açıqla görə nur nədir? Hansı meyarlarla? Ölçü meyarı nədir? Təyinat meyarı nədir? Eyni halda sənin üçün belə bir sual yaranır ki, sənə görə ümumiyyətlə nur anlayışı nədir? Nur anlayışı deyə bir şey yoxdur məndən əzizim. Sən də fisoda qardaş, sənin qəbul etmədiyin, deyirəm də, sənin qəbul... Nur var da, işaret məsələsi var. Ramil imka biriniz danışın, birinizlə danışın. Eləməyin. Hər ikinizi də tanıyıram, salam mələküm, niyə hörmətsiz deyirik? Bax, sənə görə ümumiyyətlə nur anlayışı yoxdur da, düz dediyinə görə. Əzim, nur fotonlardır. Fotondur Allah. Amma bayaq dedin ki, yoxdur. Sən təyinat verməmsən. İndi verdin. Təyinat verməmişəm, sualımı sənə qaytarmışam. Nur anlayışı nədir? Deyirsən, nur fotondur, foton. Fotondur Allah'ın. Sən dedin ki, Allah nurdur. Tamam, fotona təyinat verə bilirsən, ha? Və empirik dəlili var da fotonun. Əhsən. İndi bu hansı hal daşıyır? Məsəl üçün cisim olur, yoxsa nə bilim molekul olur, atom olur. Birbaşa materiya. Materiya olur. Düzdür. İndi mən deyirəm ki sənə, bizim o yaradılış, bizim Tanrı yaradılış, yaradanımız deyən bu anlayışda biz buna heç bir şey verə bilmərik. 1% belə bənzəri versə artıq biz küfürdəyik. Və universal reallığa niyə soxursan ki bunu? Universal reallığa soxmuram. Mən ona əqlimlə və yaxud qəlbimlə və yaxud ruhumla hər nə ilənsə qəbul etdiyim, hiss etdiyim halda ona imanım bu yaranır ki, hər bir şeyə qadirdir. Hər bir gücə qadirdir. Və ən gözəl rəhmət onda, ən gözəl, ən üstün qəzəb onda. Özünü bitirdin, onu təbrik edirəm. Buna sənə görə elə gəlir. Yo. Buna görə sən qəbul eləmiş olursan ki, bu mən belə qəbul edirəm, bu mənim imanımdır, ümumi bir reallıq deyil bu bir. Xeyr, bu ümumən Allaha iman gətirənlərin baxışı budur. Əzizim, iman gətirənlər xaricində kimsəyə Tanrı isbatı verə bilmirsən o zaman. Yəni sən sadəcə inanırsan. Bu da fəlsəfədə İslam baxışına, etiqadına görə xeyr. İslam baxışına görə xeyr. Əzizim, isbatın varmı, yoxmu? Təbii ki, məsəl üçün xristian deyir ki, İsa Allahdır və yaxud Allahın oğludur və yaxud Tanrı varmı, yoxmu? Tanrının varlığına dair isbat varmı, yoxmu?
Mənimlə bəyəm İslamın baxışı ilə xristianın, Budizm, nə bilim o birisi bu birisinin baxışı eynidir. Nedir? Kardeş Tanrı var mı yok mu? Varlığına dair delil var mı yok mu? Allah var, bəli. Delil? Dəlil dedim də sənə, mənim əqlimlə və Ver də əqli çıxarış. Əqli sən insan var deyir mən inanclıyam. Mənim Allahım qəlbimdədir. Ay qardaş, dəlil ver dediyin cismə dəlil verirlər. Materiyaya, nə bilim sənin dediyin digər bir məsələlərə. Zəhmil, məntiqlə qurulan argument verici olmasa verəmirsən axı. Məntiqlə qurulan, mən Allahın məntiqimə uyğun bir formada formalaşdırıb sənə versəm, bu artıq yenə deyirəm, məni küfrə salır. Mən Allaha Yəni, ispat edə bir bilmirsən. məxluqa, bir oxşara deyirəm ki, Allahı bir məntiqə, belə deyə, bir məxluqa, Zar- bir cismə, hər hansı bir məsələyə bənzətməyin. Qətliləyən olmamış deyə elə. Deyirəm ki sənə, mən sənə inancımın, etiqadımın baxışından deyirəm. Mən sənin Əzim, qəbul mən baxış etdiyin tələb fəlsəfənin eləmirəm səndən. Mən sənə dəlil sən tələb edirəm. fəlsəfəni mənə hansısa bir gözünlə gördüyün və yaxud nə bilim cismin və s. və ya liboy bir şeyin üstündə gətirə bilərsən. Mən sənə deyirəm. Qarşılıqlı dinləyək. Öz etiqadımı deyirəm. Xırda. Ha. Sənin Allahın fiziki bir varlıqdır, yoxsa metafiziki bir varlıqdır? Mənim Allahım nə cür varlıqdır bilmirəm. Bilmirsən. Sənin Allahının nə cür varlığı olmayan olduğunu bilmədiyin Allahın rasional bir dəlili var mı? Mənim Allahıma nə cür varlıq olduğumu mən qəlbimlə, əqlimlə, ruhumla, hisslə, bir sözlə əqil dediyin şey rasionalitəyə tabidir. Ver rasional dəlili. Əqil burada ona rol oynayır ki, mən bir çönürəm, ətrafıma baxıram və yaxud acıyanda mədəmə hansı tərzdə siqnal ötürülür. Bu öz-özünə baş tuta bilməz. Burada bir vasitəsinin, daha doğrusu bir ustadın olduğum bunu əqlimlə dərk edirəm ki, bu öz-özünə baş verəcək bir şey deyil. Bir bədən bitirim də niyə imkan vermirsən? Çıxarışı əldə eləməkdir. Ver rasional çıxarışı. Mən sənə əqil dediyimi hansı baxışdan əqil deyirəm, onu izah etməyə çalışıram. Əqlin nə olduğunu bildiyini mən əmin deyiləm. Deyirəm ki, sən bu deyirsən əqil. Deyirəm ki, sənin dediyin əqil var ha. Düşüncə məsəl üçün. Məndə burada Tanrının var olduğunu əqlimlə belə isbat edirəm ki, bir özümə, bədənimdə olan orqanizmə, nə bilim, hüceyrələrə, sinir sistemlərinə, bunlara baxıb, heç nədən boşu-boşuna bir partlayışdan sonra bu baş verib kimi belə yanaşmıram. Bu sistemi quran bir yaradanın olduğunu. Ay sağ ol. Mənim üstüm yox, Bax, Zaur, mən bu gedişlə İkimizin canı gemmədən satacağım axırda. Denən ki, ortada bir varlıq var, heç olmasa da yandırıb döymə də bizi. Dəlil eləmə bizi. Heç olmasa denən ki, ortada bir varlıq var, bu varlığı yaradan bir şey lazımdır. Çünki varlıq öz-özünü izah edə bilir. Sən can heç olmasa bunu denən rasional müzakirəyə keçək də. Mən sənə əqil dedikdə, düşüncəm nədir, onu izah elədim. O da çökür axı. Başa düşdün? O da çökür axı. Sənə görə çökür də, sənə görə İslam... Elə sənin öz əqlivə görə çökür. İman o mənim dediyim Allaha, iman gətirənlər üçün çökmür. Çökürsə burada biz səninlə fərqli insanlarıq. Əhsən. Sənin yəni imanının içində məntiq çökmüş belə olsa sənin imanını zədələmir. Dolayısıyla məntiq sənin mənim o imanım sənə görə çökmüş olur da. Mənə görə əksinə bu mənim üçün bir həqiqətən varlığını bilmədiyin, isbat olmayan bir tanrıya inanmaq sənin imanındır. Mən də səni anlayıram. Təşəkkür edirəm. Sənə görə olmasın da gözəl qardaşım. Mən gözümlə görmədiyim çox şeyə inanıram. Başqa varlıqlara da inanıram. Tobi sənə salam göndərir. Problem yoxdur. Salam, əsənliklər olsun o Tobiyə. Mən üzr istəyirəm. Başqa bir şey qalmadı məncə. Qalmadı. Öpürəm gözlərindən, özünə yaxşı bax. Təşəkkür. Bir də söz deyim, siz bir soruşanda ki, Tanrının izah elə, əslində Tanrının daxili mahiyyətin izah eləmək İslama ziddir. İslam deyir ki, fitrəti haqqında heç nə fikirləşə bilməzsən. Meyvə mən yedəyirsən ki, sən ayrı sanıramında. Özləri Tanrının necə olduğunu bilməsi küfürdür. Zahiri əlamətini bilə bilər, Rəhmandır. Daxil izah eləyə bilməzlər. İzah eləsələr... Ramin bəy, meyvəyə dəymədən ha. Bəli, məsələ olur. Meyvəyə dəymədən onu bilməyən bir adam gəlib burada daxili bir izah verməyə çalışsa, kontrasını veririk və ayəti yapışdırırıq. Axşamınız xeyir. Elhamdülillah, mürtəd elan edib göndərik. Nəysə, özüm açıqladım. Axşamın xeyir qardaş, xoş. Bu Pandora niyə qalıb burada? Pandora mikrofon zadlaşmır. Buyur qardaş, axşamın xeyir, xoş gəlmişsən. Xoş günlərinizə gedək.
Mən bir dənə sual vermək istəyirəm sizə. Mənə çox maraqlı. Siz necə oldu ateist oldunuz? Velosiped istedim vermedi Allah. Əsəbləşdim ateist oldum. YSB Yox da, yox, indi həqiqət ciddi deyirəm. Necə oldu ateist Ben de oldunuz? ciddi deyirəm da velosiped istedim vermedi. Velosipedi valideynimizdən istəyirdiniz. Allahdan niyə Yok Allah'tan istəyirsiniz? istedim. Mənim ayaqqabımı məsciddən oğurladılar, mən elə ateist oldum. Ha yani heremizin bir sebebi var. Yox, da həqiqi soruşuram. Nətər oldu? Niyə əsasən ateist oldunuz? Kardeşim ben Yo, hiç niye- bak Müslüman ol... Ay kardeş. Ben hiç Müslüman olmamışım. Olmamışım. Panteistiydim. Panteizmden ateizme geçmişim. Hə, başa düşdüm. Baxın, Quranı oxumusunuz? Kur'an'a gelmemişten qabaq bu sualın bir tanesinde sağa qatarım da. Sen neter oldu Müslüman oldun ben kardeş. Yox, mən zaten onsuz müsəlman dünyaya gəlmişəm. Neter Müslüman olacağım sen için. Müsəlman dünyaya gəlmişəm də. Müslüman Mən dünyaya gelmedi. belə sünnət olandan mən müsəlman olmuşam. Senden soruşup edipler sen Müslüman. Əlbəttə ki. Ağlım keçsin. Yəni bilirdim nə idi, nə var. Mən sənin bir dənə söz deyim də, yox. Kulaq as. Adın nedir senin? Peyğəmbər sünnət olmuşam mən. Eşitirsən? Ay O yoldaş, peyğəmbər bildim də sünnətindən sən də olmusan. O buru Ay yoldaş. Yok, Ay ha. yoldaş. Bir gözde de kimlik olmuşam sen. Ben de onu dile diyecektim. Sen ben korktuğum bir tema diyor. Ben de mümin olsam sünnet olmalı ya. mömin olsun, sünnət olması. Peyğəmbər sünnət olması əlbəttə ki. Ya harda yazılır ki o peygamber sünnet? İmanın şərtlərdə sünnət var. Abi peyğəmbər sünnəti buyuranda indi o vaxt 1400 bundan qabaq deyib ki, yəni peyğəmbər sünnət olunmaz. Sonradan indi alimlər araşdırırlar ki, sünnətin kişiliyə çox böyük bir xeyirləri var. Yəni Aç imanın şartını değil. Bu harda yazılır? Kur'an'da yazılır. İman şartında var. Harda var bu söz? hədislərdə var da. Kur'an'da olmayan bir şey hadiste neler olabilir? Niyə olmur ki? Neler olur? Sən qardaş sən bilmədiyin şeyi bilmirsiniz ateist nədir və ya deist nədir? Ola bilirsən. Sünnet sen şiyesen. Müsəlmanam. Ya sünnet sen şiyesen. Kakay ərazisi müsəlmanam da onu mən sünnət Kakay nerede? Sen ciddi hansı hadise? Gidersen el kafiye el mizana yoksa Sahih Bukhari'ye. Mən Məkkədə necədir? Necə qılınır namaz? Azim sen sünnet sen şiyesen. Məkkədə necə qılınır namaz? Sünnişiyə söhbət deyə bir şey yoxdur. Kim değilse yoktu. Ben O zaman sana Medine'den diyorum, diyorum yoktu. şey hadisinde yazılı. Sünnet yoksa şey hadisinde. Ay qardaş, Sünnətdir. sünni şiyə deyilən bir şey yoxdur. Hadisleri kabul edirsən. Əlbəttə ki, qəbul edirəm. Onda sen hadis Tamam, olacak. Bir tane bu hadisi izah edeyim. Ondan Yox, sonra... nə var onu bilməyə? Sən möhürlə namaz qılsan, yoxsa möhürsüz? Onu deyən, əl açıq qılsan, yoxsa əli bağlı? Sən onu bilsin, mən onu dedim axı sizə ki, Məkkədə nə cür namaz Yox, qılar, mən də özüm sən özü qulaq as, qardaş. Sən möhürlə namaz qılsan, möhürsüz. Ay qardaş, mən sənə nə dedim? Dedim axı, Məkkədə nə cür namaz qılırlar? Qulaq as, qardaşım. Məkkədə nə cür namaz qılırlar? Amma əli bağlı qılsan, əl açıq. Onu deyən biləcəkdə, nə var ki bu? Əli bağlı. Məkkədə də əli bağlı qılırlardı. Mən də onu deyirəm ki, Məkkədə kim qılırlar məndə? Denen ehli sünneyim de. Əhl-i sünnə falan deyiləm, müsəlmanam. Kimin hadislerini kabul edirsən? Sahih Bukhari'ni kabul edirsən. Ay qardaş, mən sənə bir dənə söz deyim. Mən çox danışmayacağam burada. Gör sənə nə deyirəm. Vallahi siz özünüzə bilmirsiniz nədir ateisti, zatdır, zıt, pıt, ora, bura. Əgər ateist olmaq istəyirsinizsə, bir şeyin sübutunu, yəni estağfurullah, demək istəyirsənsə Allah yoxdur, sən birinci get Quranı xətm elə. Gör orada nə var, nə yox. Eləmişəm də, xətm eləmişəm də Quranı. Haqiqəti toxunmamışam. Ya sən Allah haqqı boş danışırsan. Bilirsən ərəb dilində. Ərəb dilində bilirsən? Yox, sən bilirsən. Onda sən Quranı xətm edə bilməzsən. Sen bilirsən. Yox. Mən dedim bəyəm Quran xətm. Mən ay qardaş, mən sənə dedim bəyəm mən Quran xətm eləmişəm. Mən sənə deyirəm ki, sən burada prim yığsan, valla sən burada prim yığsan, yəni şov dələ belə açırsan burada. Sən burada şov atırsan, sən ateist bilmirsən ki, ateist nədir, deist nədir? Ateizm nədir? Ay, heç mənim maraqlı deyil, qardaşım bilmək və ya bilmirsən sən nədir? Sən burada heç bilmirsən ateist. Mən sənə sual verirəm. Bəlkə mən də ateist olam. Ateist nədir? Bax sənə sual verirəm. Vallahi mən bir şey deyirəm ki, ateistlər normal insanlardır. Sən niyə də ateist? Mən demirəm ki, anormaldır. O da sən deyirdə ki, olma normalı, belə qal. Ha demirəm, mən izah edirəm ki, ateist nədir? Tanrı və tanrıları rədd edən fəlsəfi bir pozisiyadır. Niyə rədd edir? Mən demirəm amma. Varlığına dair dəlil olmadığına görə. Dəlil yoxdur.
Yox. Bəs insanlar necə əmələ gəlib? Təkamül eləyib. Nə edib? Təkamül eləyib, təkamül. Ne diyor? Hıy. Onu demeliydim. Səncə necə əmələ gəlib? Hıy! Mən necə əmələ gəlib? Hıy artikel ya, yani gücləndirmək. İnsanı. Nətər yaradıb? Necə nətə yaradıb? Yaxşı. Kim yaradıb ilk? Bir dənə Kim yox, yaradıb ilk? yoxdan var eləyibdi bizləri. Kimi? İnsanları. İlk kimi yaradıb? Adəmlə Həvvanı. Adəmin göbəyi kim kəsib o dövrdə? Hıy! Onu bilmirəm. Onu bilmirəm. Sən bir Adəmi şey kim mi deşib o dövrdə? Vallahi sən Adəmi kim deşib o dövrdə? Hıy! Bəlkə Adəm Peyğəmbərin 40-ı çıxdısında soruşursan ki, Adəm Peyğəmbərin 40-a çan çıxıb. Belə şov üsullar. Valla mən sizə bir dənə söyləyeyim. Siz burada Yox, şov... demə. Aha, Həzrəti Əli aşığı gəlir. Rami bəy, qalxan götür. Bunlardan nə desən çıxır? Ben özüm Əhl-i Beyt aşığıyam, buyursun suallarını verirəm. Əli aşığı, buyur dostum, xoş gəlibsən. Vay Əli aşığı. Ha, bu gəlir danışmır hər dəfə. Bir də köhnə kişi gəlir. Ha, yer getsən də, danışmırsan. Natiq, buyur, xoş gəlmişsən. Sənin növbəndə öl dostum, Natiqin növbəsidir. Gözlə bir dənə. Birazdan Salam aleyküm qardaş. Mələküm, mələküm qardaş. Buyur, səni dinləyirəm. Qardaş, mən bir sual vermək istəyirəm sizə. Ruhu varlıq saymaq olar? Yox, olmaz çünki ruh yoxdur. Yəni onu necə sübut edə bilərsən? Ruh yox. Deyim də sən bir vedrə araq iç ki, bax ki, ruhun hara gedirsən, əgər ruh idarə edirsə səni. Əgər araq içmirəmsə, Araq içmirsə, get cəmiyyət cərrah əməliyyatlarda narkoz verirlər. Narkoz Nəşə çək onda, nəşə çək. Ha, eləmə, Rami bəni yiyirsəz. yox, o birisi qardaş həmişə söhbətlərə girir. Mən bilmirəm, qoruyucu mələyindir, kimdir, onu mən başa Hə, də düşmürəm. qardaş, Cəbrail. Ha, yox, mən gördüm sizə dindən, məni dinə aparmaq istəyirsiniz. Mən dindən sual vermədim. Mən sırf fəlsəfi sual verdim. Yoxdur. Yəni bir insan yaranıbsa əgər bunun əvvəli varsa sonu yoxdur. Belə başa düşürəm mən. Yəni bunu Nəyin bəli? İnsan təkamülün nəticəsidir. İnsanın ölümlü olması entropiya səbəbindən də əzizim. Canım gözüm. başa düşdüm. Mən sizin o elmi fəlsəfi söhbətlərinizi anlaya Fəlsəfi sual bilmirəm. versənsə fəlsəfi cavab almalısan da. Anlaya bilsən Başka bir hara şey var qalxsan qardaş. cəzalım. Qardaş imkan vermir. Qoruyucu mənə imkan vermir. Deyirəm Yaxşı. ki, anlaya bilmirsənsə hara qalxıbsan babura? Qalxmışam Onu deyə bir deyirəm. sual verirəm. Mən burada nə var ki? Qalxmamışam. Bir qardaşa sorğu Yaxşı göndərmişəm. eləyibsən, qəşəng eləyibsən, əzəb söhbət eləyibsən. eləmək istəyirəm. Mən bilirəm ki, Çevik də bilir. Mən ümumiyyətlə Çeviki Mən bilirəm. qardaşım, Gecikəcək. Natiq, Allah'a Natiq. sübut eləyəcək. Sadəcə olaraq. Natiq. Buyur qardaş, Yoxdur, buyur. başqa bir məsələ var. Mənim düşüncəmlə mən elə başa düşürəm ki, siz bu günlərin burada Allahın yoxluğundan danışırsınız da, düzdür? Düzdür, təşəkkürlər. Əzim, Allah dediyin nədir tam olaraq sən? Mən anlamadım. Yox, mənə elə gəlir ki, siz bir gün etiraf edəcəksiniz Allah var. Sadəcə olaraq bu savadsız dini o insanlar var, mollalar, onlar Qurandan boş-boş söhbətlər edən insanlar var. Hansı ki, onları siz sübut edirsiniz ki, savadsızsınız. Amma elə mən başa düşürəm ki, ay qaqaş, sən nə qarsan, mən niyə ifşalıysan? Sırrımı niyə açırsan sən mən? Mən Allahın yer üzündəki imtihan mələyiyəm. Çevik radiyallahu anam mən. Təşəkkürlər. gecə tezli siz onu deyəcəksiniz. Amma bu gün İnşallah mən olmaz. Köhnə kişi buyur, xoş gəlmisən. Salam aleyküm qardaş, necəsən? Ayaz, təşəkkürlər. Sağ ol dostum, Mələkü, sən necəsən? Yaxşı olasan, var ol. Qardaş, olar bir sual vereyim. Hə, niyə olmur ki? Qardaş, bu ruh zat belə olar düz söhbətdir. Hə, düz söhbətdir. Gecə göndərəcəm birini sənin üstünə, görəsən düzdür yoxsa yox. Tabii, gələ. Yox, gecə yatanda Alaban yaz. O da bunun adını yaz. Gələ. hə. Gecə yatanda ki, o insan görürsən ki, falan yerə gedir. Bir də məni çağırırlar məsələn çöldə. Mən elə şeyə lağlağa kimi baxıram. Məsələn yatanda kimsə çağırır, gəlsən qara çıxa deyirlər belə şeydə. Ona görə deyirəm ki, yəni yatarkən bədəndə çıxıb gəzirik. Harasa nə su içəməyə zada. O nədir ki?
Ada o elə deyirlər, qara çıxar deyirlər, qara basma deyirlər, rus deyirlər. Ərizim, mən bir ateisti qara basan görməmişəm. Nə vaxt gəlib bir gün mənə birisi basar yuxuda, onda anlayıram ki, qara basan var və mənə də bastı. Başqa bir şey? Allah canını sağ eləsin, heç bir şey qadas. Var olasan, öpürəm. Görəsən qara basma nə tər olur. Yazdın mı buna? Bir də bir sual verim. Ateizmdə qartop oynamaq var. Yox, zinhar haramdır, zinhar. Rəşad bəy, buyur, xoş gəlirsən. Axşamın xeyir, nə tərsən, nə var, nə yox. Sağ ol, sən necəsən? Mən səni nə qədər vaxt izləyirəm, sadəcə olaraq bir dənə sual vermək istəyirəm. 2013-cü ildə Amerikada anabətini yaratdılar. Milyardlıq bir layihə idi, anabətli yaratdılar, süni anabətli. Ona sperma qoydular, oradan uşaq dünyaya gətirdilər. Aha. Uşağın bütün nəbzi, qan devranı, ürək döyüntüsü hamısı yeri yerində. Amma heç bir hissiyyət olmadı. Dünyanın ən böyük çox xahiş edirəm, mən çox spor eləyən adam deyirəm. Bir dəqiqə məni dinlə, sonra fikirləri deyərsən. Dünyanın ən böyük alimləri həmin deyək ki, nəzəriyyənin üstündə işlədilər ki, nətər oldu ki, süni anabətni yaratdıq, ora sperma qoyduq, oradan uşaq 9 ay doldu və uşağı doğdular, götürdülər oradan. Uşağın bütün nəbzləri doğru, hər bir şey yeri yerində, hissiyyəti var, amma ruhu yoxdur deyə. Bayaqdan siz deyirsiniz ki, ruh yoxdur. Mən çox vaxtı canlıya qoşulmuram, elə açıb baxıram, istəmirəm mən spor eləmək, nəyəsə dibinə getmək. Əgər ruh yoxdursa, niyə dünyanın ən böyük alimləri 13 milyardlıq layihəni ləğv elədilər? Çünki ikisinin adı mənbə. Uşağı yaratdılar. Alimlərin ikisinin adı bir də mənbə. Nətər mənbə? Qaynaq. Ki mən bilən bu dəqiqə belə aparatdan çıxan uşaqlar var və İsraildə də, Çində də, Amerikada da bu texnologiya var və işləyir də, praktik olaraq. İndi gəldi ikinci bir məsələ. Həmin 2013-dəki 13 milyardlıq ki, o sensasional bir rəqəmdir, 13 milyardlıq bir biyolojik layihə dünya tarixində olmayıb. Zəhmət olmasa akademik mənbə. Çox sağ ol, qardaş. Sənə söz çatdırmaq olmur. Sənə çox hörmət edirəm. Biyoloji qaynaqları, Nobel mükafatına səbəb olacaq akademik qaynaqları azdan çoxdan oxuyuram. Hətta premium abunəliyim var, ayda ton yarım pul da verirəm ona. Amma ruhun olduğunu inanmırsan. Mümkün deyil. İspat olunmaz. Bizi yaradan, bizə ruh verir deyə boş söhbəti. Necə gördülər ruh yoxdur? Bu nə Cahangir? Elmdə belə bir şey var. Nəqlədən nə olar ki, mən ondan danışdım. Sənə sual vermədim ki. Mən o qardaşa hörmətlə yanaşdım, hörmətlə sual verdim. Sən də 2 saat Cahangir danışarsan, biz də burada boş... Dənən naxuy var ki. Dənən naxuy. Görürsən, bax budur. Hayır vətəndaş, hayır vətəndaş. Aldığı tərbiyə budur. 13 milyardla elmlə gəlmişdin, nə oldu? Elmlə yüzü tərbiyəsiz olaraq çıxdı. Məliki. Salam aleyküm. Mən anlamadığımı niyə rusca söyləyir? Təşəkkürlər dostum. Və aleykum salam və rəhmətullah və barakatuh. Allah sənə ömür versin. Nə versin mənə? Adın nədir sənin? İmam verdi. Dəqiq adın İmam verdidir. Hə. Yəni sən normal söhbət edirəm. Mən də sənə normal söhbət edirəm. Sən Allah köməyin olsun. Sən yazsan ki, orada Allah yoxdur, düzdür? Bəli. Ay sağ ol. Sən indi mənə sual verəsən ki, sən müsəlmansan. Sən mənə sual verəsən ki, nədir onun adı? Namaz qılırsan. Mən neçə yaşım var? Hər şeydən qabaq 10 dənəm də. Biraz. Yaşı bir dənəm də dostum. Mənim 27 yaşım var. Hə, indi buyur. 27 qane eləyir. Bildim, hə, buyur. Başım, sən deyirsən ki, yəni sən mənə suallar verəsən də, set zəifdə onu öyrədir. Sən mənə suallar verəsən, o sualları saxla.
Mən indidən deyirəm ki, yəni namaz qılmıram. Prosta mən sənə sual verməyə çıxmışam bura. Sən məni necə inandıra bilərsən ki, Allah yoxdur? Və mən bir iki Allah dənə sənə nədir? sual verəcəm sonra. Necə Allah nədir? Nədir demə sor. Allah nədir? Sən bir dənə söz deyim sənə. Sən neçə vaxtdır bu öz dinini deyim, nə bilim, inancını deyim, təbliğ eləyirsən? 10 ildir. 10 ildir. Sən inanırsan, sən 50 ildən sonra səni kimsə xatırlayacaq? Hatırlamasın da ne diyeyim? Yox, inanırsan ümumiyyətlə. Kimse beni hatırlamayacak ama senin kırıyetin her zaman hatırlayacak. Bilsen niye? Mənim qiriyyətim səni hər zaman xatırlayacaq. Azerbaycanlı da olsan. Aha, Azərbaycanım. Mən səni niyə xatırlayım ki? Mənim inandığım... Orası bizde kalsın. Ramin Bey de hatırlayacak, bana da hatırlayacak. Qulaq as. Mənim inandığım Allahı sən inkar edirsən. Bir dənə xahiş edirəm Ramin bəy. Sən mənim və mən inandığım Allahı inkar eləyirsən, eşidirsən. Və sən özündə gözəl bilirsən ki, Allahımız var. Başa düşdün? Allahımız mən var. bir Siz neçə nəfərsiniz? Bir dəqiqə. Hal-hazırda səninlə danışdığım öyle 2 nəfərik. İkimizin de Allahı var. Ha, həri. Hardan çıxartdın bu dəlilin nədir? Necə hardan çıxartdın dəlilini? Sən Allahın olmayıb, sən bu vaxta qədər Allahsız yaşamısan. Ha. Mümkün deyil yaxı. Sən o videolarında var axı, neçənci ildən sonra, neçə ildən sonra. Özün də deyirsən 10 il ki, mən bu şeyi təbliğ edirəm. Yəni 10 il bundan qabaq inanmısan da sən. Sen Allah'a inanmamışam bak, ben kosmik şuura inanmışam, panteizme inanmışam, kainatın Kimə inanmışsan? kosmos olduğuna inanmışam. Yok ki baba ya, o Allah da öyle axı, yok ki baba. Sən yaxşı, qulaq as, bir dəqiqə zəhmət olmazsa. Sən deyirsən ki, çox adama sual verirsən ki, ən birinci Adəm Həvva yaranıb, düzdür, bacı qardaşdan oldular, düzdür. Ay, sağ ol. Sən ata-ananı tanıyırsan da, düzdür. Mən etik qaydalarını eləmirəm, keçmirəm, prosto söz soruşuram. Və sən hardan bilirsən ki, sən onların övladlarısan? İnanırsan da, düzdür. Görməmişsən, Ben bilirəm, amma inanırsan. Sen özün bilərsən də. Yox, bir dəqiqə, xahiş edirəm. Yox, mən şübhələnmirəm, mən sənə deyirəm prosto. Və səni təhqir eləmirəm. Diqqətlə qulaq as. Və sən inanırsan ki, sən o atondur, o da anondur, düzdür. Sənə inancıva kimsə nəsə deyə bilər? Deyə bilər. Neyniyərsən? Məsələn, sən şübhələnsən, gibi yoxlayatdıra bilərsən də, belə baxıram ki, yəni elə bir ehtimal da görürsən. Yox, mən özümdən rahatım, mən səndən söz soruşuram. Nədə rahat? Mən sənə gənə də deyirəm, qulaq as, mən narahat deyiləm. Başa düşdüm ya onu. Bu ata ilə ana, biyolojik valideyn, bu deyəndə da, biyolojik varlıqlar, biyolojik valideynlər DNA səbəbilə yoxlanılabilir də. Sən Allahın harasından tutaq yoxlayaq? Sən nə bilirsən ki, qulaq as, sən nə bilirsən ki, qulaq as. Bir yan da bilə də. Bilə nədir, ay yoldaş? Müslüman. Söyüşsüz danış, Müslüman. Səninlə deyiləm. Səninlə deyiləm, zəhk gəldi onunla. Həqiq işləyir. Nə qayırır? Kim düşdü? Sən hardan bilirsən? Dediyin DNT aparatı deyirsən, o dəqiq işləyir. Sən o hardan bilirsən? TNT işləməsə, sən tetraskilin açanda işləməzsən. Qulaq as da, yoldaş. Qulaq as, bir dəqiqə. Yavaş. Bir dəqiqə də mən O TNT sistemi işləməsə, sən dərman alanda işləməz də. İnanırsan da, düzdür. İnanmırsan da bilirsən. Ay dostum, sənə kimsə gəlir deyir ki, sən bu şəxsin oğlusan. Düzdür? Sən o atom deməyibsən, mən oğlumsan. Ata deyir sənə. Sən ata inanırsan, düzdür? Ay sağ ol. Başqası sənə deyəndə ki, yox bu sənin atomdur. İnanarsan ona?
Ay sol. İndi sən mənə de görüm. Mənim atam gəlib sən özünə desə ki, mən sənin atonam inanassan. Yox. Düzdür? Qulaq as, söhbət eşidirsən, Cavab mən sənə vermirəm. gör nə deyirəm, sən başa düşmürsən. Yer. Bence analizdən zaddan ver. Başı Mən bir söz deyim, bir qısa danışım. Yəni ateizm pis şey olsaydı, məsələn pis mənada demirəm. Belə sonunda Allah özü ateistdir. Çünki özündən başqa Allaha inanmır. Bu bir. Ramiz Rövşənin belə söz var, deyir Allahın üstündə də Allah yoxdur, qalmışıq Allahsız Allah əlində. Ramiz Rövşən belə bir şey deyir. Neyəmə, sən orada dostum, lobya şaxlıysan. Nətərsən? Sağ ol dostum, sən necəsən? Heç nə, sən insaf, başqa da heç nə, özünə yaxşı bax. Mənə Sən nə? pas soxacaqlar. Pas soxacaqlarsa onda Deyəsən sən pazı soxublar, ondan sonra insaflı olmusan. Bakılı balası buyur, xoş gəlmişsən. Salam qardaş da. Əlöyküm. Mən diqqətlə qulaq asqam. Mən də istəyirəm ki, əxlaqla danışaq, kimisə lağa qoymayaq. Əlbəttə. Mən heç də bir dənə Hər şey olar dostum, sənlə etik, həmvətənli kimi diskusiyalar, amma xumuş söhbətinə qarışmadığın müddətcə, buyur. bir dənə sualım olacaq, başqa heç. Tutaq ki, sən deyənlə mən razıyam. Deyirsən ki, nəzubillah, Allah yoxdur, cənnət yoxdur, cəhənnəm yoxdur. Aha. Heç bir şey yoxdur. Tutaq ki, öləndən sonra hər ikimiz də gedib görürük, bu şeylər var. Mənim itirəcəyim heç nə olmayacaq. Ancaq sən deyirsənsə Allah yoxdur, sən itirəcəyin çox şey olacaq. Bəs sən heç düşünmürsən mi? Getdin gördün qabağına Amon çıxdı. Nə deyəsən orada? Göndərəcəksən ebesinin Amonuna. Yox, Amon, Atar olacaq. sən keçdi lağ eləməkdir, qardaş, inciməklə. Mən görsən sənə etik qaydalarına riayət edir Mən danışsan. etikanı pozdum, dedim ebesinin Amonuna göndərəcəkdi. Amon. Bu bir tanrıdır. Görürsən ki, sən mən bir sual verirəm sənə. Tutaq ki, sən deyənlə mən razıyam. Getdik ora, düzdür? Sən deyirsən Allah yoxdur, cənnət yoxdur, heç bir şey yoxdur. Mənim itirəcəyim heç nə olmayacaq, ancaq sənin itirəcəyin çox şey olacaq, qardaş. Niyə ki, mən birbaşa cənnətə gedəcəm. Yox, qardaşım, Krishna çıxacaq qabağa. Niyə deyəcək, niyə axşama kimi Hare Krishna demirdin? Nə deyəcəksən? Və görürsünüz, keçisi hayında Krishna'nın. Ay Bakılı qaqa. Çoxdur da, bəli. Bakılı qaqa. Mən görsəm ki, orada sənin Allahın çıxdı qabağıma, Quranda yazılan Allah çıxdı. Məni birbaşa hurilərlə cənnətə göndərəcək. Sən inanmırsan axı Allah. Nə olsun ki, inanmır? Məndən soruşacaqda niyə inanmırdı? Mən də cavabını verəcəm də. Nə deyəcəksən? Deyəcəm ki, şiələr deyirdi düz mənəm, sünnilər deyirdi düz mənəm. Mən də baxdım ki, ikisi də düzdür. Nə məsələn? Allah köməyin olsun. Hansı şiələrin Allahı yoxsa sünnilərin? Bizim təkbir olan Allahımız köməyin olsun. Təkdir olaq, birimiz deyirsiniz Allahın baldırı yoxdur, birimiz deyirsiniz baldırı yoxdur. Allah təkdir. Heç bir şərti də yox. Nə bilsən tək? Bəlkə 5 Allah təkdir. Mən inancıma görə təkdir. Sənin inancın nədir ki? Mən inancım Allaha inanmaq, tək olan Allaha inanmaq. Ona heç bir şərt Təkdir olaq, ayətin deyir ki, sən Allah yaradanların ən gözəlidir. Hə, sən yaradanların ən gözəl. Və başqası da var demək. Qardaş, mən tək olan Allaha inanıram. Tək olan Allaha, heç bir şəriki olmayan Allaha inanıram. Şəriki? Şərik nə? Yox. Heç bir Krishna şəriki da. olmayan. Yox, Krishna da təkdir. Cütdür ki, Krishna təkdir o da. Bəli. Amma əlləri çoxdur da. Aa, getdi. Əlində bir zaman mən ixtilaf edirəm, bəli. O heç. Hə, o ixtilaf var, bəli. Əllərin sayı ilə bağlı. Ey. Görək. Görək kim var, kim var. Ənvər bəy Abdullayev, gəl. Avtobazar, sən də gəl. Salam aleyküm. Şevlər sən də. Mələkü. Məsələn, soğuk axşam olsun. Axşam olsun. Deməli, müəllim, bir dənə sual verək. Sən şəkilisən, qardaş? Ha, qardaş, şəkliyəm. Ha, yerik ki? Biləm, xəbərim var. Ha, qardaş, şimdi deməli, bax, həblə bir şey var da. Allaha da inanam, namaz da qılmışam vaxt ikən, sonra bəzi sağlamlığıma görə
öz şəxsi sağlamlığıma görə, yəni qıla bilməmişəm. Yəni, imkan olmuyor, belə deyim sən. Ya səhv deyirsən dostum. Yox, nətəli? Sən namazı tərk edə bilməzsən, namazı səni tərk edə. Tərk eləməmişəm qardaşım, tərk eləməmişəm. Prosta deyirək ki, belə başa. Bəli. Tətilə çıxırsan. Tətil söhbət deyil, mən əzizim. Mən sənə deyirəm, şəxsi problemlərimi görə. Nə deyək? Gözüm mən sən söyləyirəm, sən bilmirsən, bu zarafata qoyursun. Anladım, buyur. Bax, burada müsəlmanlar da var, sən tərəfdən olan ateistlər də var. Məsələn, bu kitabda oxumuşam bir dənə bunu. Deyir ki, bəs məsciddən üzü qibləyə tərəf tikilir, düzdür? Elə olar, dərhal. Ay sağ ol. Bəs niyə əvvəlki zamanda, o vaxtki dövrdə Petra şəhərinə tərəf tikilib? Hansı məscid var Petra şəhərinə tərəf tikilən? Əvvəlki zamanda bax, sən aç oxu tam zamanda. Mən onu bilmirəm, mən sənə Qüdsə tərəf olur, Qüdsə, hə, düz deyir, elə şeylər olur, sonradan dəyişdirən var. Yox, amma həmin dövrdə ulduza baxıb yol tapırdılar, ağacın yosununa baxıb yol tapırdılar. Mən onu maraqlanmaq istəyirəm ki, yəni sizin ali savadınıza görə burada sizdən maraqlanıram. Ki niyə elə olur? Aferin, əvvəllər qiblə söhbəti yox idi, mütləq belə tikməsin. Nə tərəfə tikilmişlər, indi görürlər bu tərəfədir. Fırlayıblar bura. Sonra deyirdilər Qüdsə tərəfdir. İndi o alim var, Petranı araşdıran, özüm Petrada olmuşam bir-iki dəfə. Orada da Kəbənin də var, istəsəz kim istəsə videosuna var. İndi fikirləşir Kəbə olub, o bilinmir. Sonra xətkeşlə şeyin üstündə baxıb, qlobusun üstündə. Deyib ki, hamısı Petriya tərəfdir. Deməli, Məkkə əvvəl Bəkkə sayılıb, Quranda Bəkkə keçir, Petradır. Bu dəqiq argument deyil, yəni ki, ola bilsin elə Məkkə indiki Məkkədir. Yəni, məscidlərin üzərində nə tərgəldə tikilib, yəni, o demək, o vaxt azimut buzağın zadını da bilmirmişlər, ola bilsin, ona görə tikməyiblər. Burada belə problem yoxdur, yəni ki. Bəs bir də qardaş, bir dənə söz soruşum, başınıza ağrıtlaşma olmasın. Əvvəl Məhəmməd Peyğəmbər sallallahu əleyhi və səlləm peyğəmbər olmağı bilirsə necə olub yəqin ki? Sallallahu əleyhi və alihi və səlləm, düz demək lazımdır. Üzr istəyirəm, bağışlayın. Nəsə, oxşum, bu mağarada olan zaman, buna mən bilən səhv eləmirəmsə, mələk gəlib, oxu deyərək qışqırıb. Bu qaçıb anasının yanına, deyib, bəs belə-belə. Anası buna birbaşa deyib ki, bəli? 40 yaşında? Yaşını bilmirəm, müəllim. Mən sənin buradan yalandan nə deyim? Hə, yox. Mən yəni bildiyim, eşitdiyim, oxuduğum tərzdə şeylər deyə bilərəm. Birinin üstünə 5-in qoyub danışan varam ki. Hə. Buna deyib, anası birbaşa buna deyib ki, sən peyğəmbər seçilmisən. Bəs niyə deməyib ki, sən gördüyün bir mələkdir, qabağına nəsə çıxıb, nə bilim bir dənə torantıdır. Onu belə çıxır ki, həmin dövrdə peyğəmbər seçilmək asan deyilmiş. Nə arırdılar? Torbadan lato kimi çıxardırdılar. Sual verirəm, ay müəllim, mən demirəm, mən sizə sual verirəm sadəcə. Niyə elə olur? Məşğul ol. Yox, sən biləmə bu sual dindarlara vermək istəyirsən. Əslində deyən olub, həmin adam Hindistana da gedib, gəlib də, adı da var və onu Abu Bakırın vaxtında yerlə yeksan edib öldürüblər, yəni bilmək istəyirsən. Bir şey mədir, nədir yadımdan çıxıb, yəni elə bir şəxsi olub, bəli. Marakan deyirsən, Ramin bəy. Marakan demirəm, başqası olub. Hətta Peyğəmbərin ondan çox şey öyrəndiyi məlumdur və o adam Hindistana gedib, bəzi şeylər biraz orada oxşayır da biraz, namazlar, nəsə. Sonra həmin adam da deyib ki, mən də bu şeyləri bilirəm, deyir, yox, sən bilə bilməzsən. Belə, onu imkan tapa bilməyib və Abu Bakırın vaxtında onu öldürüblər. Əmər, başqa bir şey var mənim qardaşım? Yox, çox sağ ol abi. Museymiyə, aşağıda yazıblar, bəli, Museymiyə, bəli. Teşekkürler. Elverişli kardeş, buyur, hoş gelmişsin. Ay vatandaş. Hacı, elverişli kardeş. Alo, eşitilir. Gec oldu dostum, daha gec. Avtobazar, buyur, hoş gelmişsin. Hoş gördük. Hoş gördük. Hoş gördük. Qardaş, bir kəlmə söz soruşum, gedirəm. Siz yuxu görürsünüz, qardaş? Yuxusa görmürsünüz heç? Yox. Görmürsünüz, hə? Ateistlər yuxu görmür. Hə, onu soruşdum, qardaş. Allah razı olsun. Oldu, qardaş. Sizin yuxu yoxdur, bəli. Arxitektor kardeş, buyur, hoş gelmişsin. Axşamınız xeyir olsun, qardaş.
Axşamınız xeyir. Mən sizə hörmətlə yanaşıram. Baxıram ki, bəzi yoldaşları ələ salırsınız. Amma Yox qardaş, bu bir dənə üzr istəyirəm. Mizah ola bilər. Sən də bizə mizah eləyə bilərsən. Yəni heç bir müsəlmana, yəni müsəlman qardaşlarımıza, dostlarımıza pis mənada, nə bilim aşağılama mənasında heç vaxt deyir. Biz ağıllı başlı insanlar o demək deyir ki, bizə yox elə bir şey yoxdur. Yəni mizah elə bir şeydir. Bu intellektual bir söhbətdir mizah. Problem yox. Mən bir topa dostum, tanışım var ya müsəlman. Ona elə şey olar. Allah razı olsun. Mən sabahlarında baxıram, oturub çay içirik, çörək yedik. Allah adı var. Mən sadəcə burada danın zəmət. Deyirəm, qoşulmaqda məqsədim var. Sadəcə onu demək istəyirəm ki, o Quranımızda, bütün kitablarda hər birinə hörmətlə yanaşırıq. Sadəcə nizam-intizam var. Dövlətimizin, dövlət qulluqçularının, insanların, sadə vətəndaşların nizam-intizamı var. O nizam-intizamla demək olar ki, bizim hər bir halda görsüz dövlətin qanunları var. Məsələn, sürət həddini aşarsansa, 60-dan 70-ə sürərsənsə, yazılan yerdə cərimə gəlir. Demək, bu nizam-intizamdır. Biz onlara hörmətlə yanaşmalıyıq. Sadəcə bizim Quranımızda ondan ibarətdir ki, orada nizam-intizamlar var. Yəni, biz o kitaba başqa cür ay Adəm, Həvva, belə söhbətlərə yanaşmamalıyıq. Sadəcə nizam yoxdur axı. Biz onlara, yəni qaydalara əməl eləməliyik. Bizim Quran kitabımızda ondan... Yox, Quran kitabımızda da nizam-intizam ondan ibarət. Əlbəttə ki, deyirik. Deyirəm, əməl edirsən. Əgər əməl eləməsək, bizim cəriməmiz var da, yenə deyirəm. Dövlətin qanunları var. Biz o əməlləri eləməyəndə... Aman gəlişdim. Yenə deyirəm. Mənə bax, qardaş, belə pis çıxmasın. Gəl bir dənə senari quraq görək, əməl eləyə bilirsən, eləyənmirsən. Olar. Sən arxitektor adamsan, bilərsən bu məsələləri. Hə? Buyur, qardaş, buyur. Hə, qardaş, sən tanıdığın və sənə yaxın olan bir vətəndaşın həyat yoldaşını telefonsuz və şahidsiz bir yerdə xəyanət üstündə tutsan, necə əməl eləyəcəksən bu şərtlərə? Ona biz baxmırıq, ona dövlət baxır, qardaş. Biz kimi ki? Dövlət baxırsa sənin nizam-intizamı nə ilə mən Qurandakı? Quranla nizam-intizam tutdu gördü, hə? Yox, üzr istəyirəm. Qurandakı nizamla bax görək, nətər baxsın? Qardaş, mən onu demək istəyirəm. O hansısa bir qeyri-qanuni hərəkət edirsə, zid hərəkət edirsə, ona dövlət cavab verir. Əzizim, zina eləyən qadını tutduğun anda 4 şahidin lazımdır. De elə. Nizam-intizamla. Quranla. O deyən adamın məsuliyyəti onun boynundadır. O bizim boynumuzda deyil. Sən görmüsən. Qardaş, onun qardaşı da heç onun boynunda deyil. Əgər onun elində deyil. Həyat yoldaşını orada qoyub çıx gedəsən, ha? Yox, qardaş, bilsiz nətərdir? Yenə deyirəm, dövlətimiz var, qanunumuz var, qaydalarımız var. Əzim, onu mən də bilirəm. O zaman bizim hər şeyimiz varsa Quranı neyləm ki mən? Quranda da yazılır da, qardaş. Böyüklər gələndə biz böyüyün mən də sən onu deyirəm. Quranla hökm ver görən nətə verəsən? Qardaş, evdə böyüyümüz var, atamız var, anamız var. Düzdür? Qardaş, mən səndən başqa bir şey soruşam. Buyur, eşitirəm. Deyirəm ki, belə bir situasiyada Quranın hökmü nədir? Ver Quranın hökmünü. Quranda yazılır ki, yəni bizim məsələ deyək ki, nizam-intizamlarımızı, qayda-qanunlarımızı əməl etmək lazımdır. Anladım da özüm, 4 şahidin də yoxdur. İndi ver bir dənə qayda-qanundan çıxış ver görək, nətər olacaq bu işlər? O bizim yaşam tərzimizi, yəni üzr istəyirəm, əqlimizi başımızdan çıxartmamaq üçün bizim nizam-intizamlarımız Qurandan yazılıbdır. Qurandan yazılıb. Ay qardaşım, sən olmadı ki belə. Qardaş, mən də sənə deyirəm ki, Quranda bunun prosesuallığı necədir? Bilirsən də bizim prosesual məcəlləmiz var. Mən üzr istəyirəm, nə Quran kitabını, nə başqa heç nə deyə bilmirəm. Mən gözüm açandan ailədə tərbiyəni, mədəniyyəti ailəmdən, böyüklərimdən öyrənmişəm. Böyüklərimdən. Ayrıca deyək, avtobusda gedirik, hansısa bir ağsaqqal bir yaşlı bir ana, ata minəndə biz onu durub yer göstərmək. Mən Qurandan verirəm, adam avtobusdan danışıyor. Yox, mənim dediyim odur ki, qardaş, yəni bizim əsas odur ki, nizam-intizam onlara qaydasından
əməl etməliyik. Yəni qayda Elə qanunlara də o əməl zaman deyirəm, situasiya verməli və eləməli. Nətər olacaq? etməliyik. Yenə deyirəm, hər bir kəsin öz azad fikri var, öz azad seçimi var. Sadəcə biz vasitəçi olub ona məsləhət verə bilərik, ona göstəriş verə Təşəkkürlər bilərik. əzizim, təşəkkürlər. Sağ ol. Hayır, qardaşım, əskərlikdə də nizam insan var da. Bunu kitabdan götürüblər. Bu nə deməkdir? Düz deyə, nə üzrsə deyim. Bəli, Quranda sosial platforma kimi nizam insan elə Hammurapi qanunlarından, Roma hüququndan da gələ bilər. Bunu bir söz Roma demirik. hüququndan cizyə götürüblər, Hammurapidən bir çox şey götürüblər. Prosto ki, bir ateist onun insanların özlərinin yaratdığı məhsul hesab edir. Yoxsa kim deyir ki, İslam sosial platformadır, çünki şəriəti var, qanunu var. Bunu heç kim inkar eləmir. Sadəcə bu insanın bir şeydir. Tanrıdan gəlmir. Ateist bir dənə onu deyir, bəs salam çağırır getdi. Öz hüquq sistemi var, öz sosial strukturu var. Yusuf buyur, xoş gəlmişsən. Şey anlamadım, mən adama zina soruşam, adam deyil avtobus. Yusuf buyur, xoş gəlmişsən. Yusufu Misirlilər tapmayıb desən hələ. Elşan buyur, xoş gəlmişsən. Axşamın xeyir olsun. Salamünaleyküm. Mən burada çıxıb sizlə özünü yoran insanlara bilsən nə demək istəyərəm? Allah var. Allah sənin kimi də şeytanı gətirib çıxardıb ortalığa. Da sizi boyda şeytan çıxırsa ortalığa, İnşallah Allah bizə özünü də göstərəcək. Anladım. İndi mən Allah eləyib belə. Bəli, sizi şeytan yoxdur deyə. Allah eləyibsə nə gəlmişsən bura? Allahdan ağıllısan. Onda o qardaşlara deyək ki, elə daş əvəzinə ekranı belə təpişləsin əllərinə. Elə bir şeytana daş atırlar. Yox, elə yox, Ramin bəy, elə yox. 7 dollar da ölü Məkkədə şeytana daş atmaq. 7 dollarlıq jeton vursunlar, daşlasınlar da, əgər mən şeytanamsa. Bəli, ekranı təpişləyin, bəli. Ay yox, sən də deyən də Ramin bəy, 7 dollar ora verəcəyinə bizə versinlər də. Vətəndaş, əgər mən şeytanamsa 7 dollara verəcək və mənə daşdır. Metran buyur, xoş gəlmişsin. Axşamın xeyir qardaş. Üçümüz də veteranı var bu arada, yəni ki, bəli. Bəli, bəli. Salam aleykum, necəsiz? Və aleykum salam və rəhmətullah və bərəkatü. Siz yəqin ki, nəsə bir əsaslı bir şəkildə inandığınız, yəni Allahdan yanadır, eləmi? Yəni hansı bir şeyə görə nəzərdə tutursunuz ki, Allah yoxdur? Yəni buna necə tam əmin ola bilirsiniz? Yəni mən də buna tam əmin olmaq, bir var ki, fikirləşərsən ki, yəni ən yaxşı seçimdir. Yəni ən yaxşı seçimi seçmək, yəni səhv düşüncədədir. Bir də var ki, fikirləşərsən ki, mən bunu dəqiq bilənmərəm. Ya var ya yoxdur. Siz necə əmin ola bilirsiniz ki, Allah yoxdur? Evet, biz inanclıyıq. Mesela ağacların kölgə verdiyinə inanırıq. Sonra buludların nə vaxtsa yağış yağdırdığına inanırıq. Yəni elə də inançsız deyirik. Yəni ki, çox şey. Sən 15 Cəllabaddansan, sən 15 yazıbsan. Hə. Yeririm sən də Temur. Cəllabaddan da zəncir şiyası çıxır, ateist çıxar Cəllabaddan. Aha, biz yəni fikrimizi mənlə bölüşün, mən sizinlə yəni burada baxıram, insanların əksəriyyəti təməldə yanılırlar. Təməldə yəni çox savadsız suallar verirlər. Ona görə istədim sizinlə bir danışım. Buyur danış. Yəni siz öz fikrinizi bölüşün, mən sizin fikrinizə uyğun diskussiya yaparım sizinlə. Fikrimi bölüşsən, fikrim paramparça olacaq. Gələ fikrimi bütövləşdirən deyəm. Problem yoxdur. Qoy paramparça olsun, mən də sizin fikrinizi paramparça eləməyə çalışım. Ya da sualı ver, biz cavab verək. Sən dedin, inanırıq. Məsələn, çox şey inanırıq. Məsələn, 2,5K adamın burada olduğuna inanıram mən. Əlimdə telefon tutduğuma inanıram. İnsanların orada nəsə yazdığına inanıram. Yəni, baxımdan inanclıyıq. Yox, mən yəni hər hansısa bir dinə inancımı nəzərdə tutmuram. Yəni, Allahın varlığına hər hansısa bir şeyin bu dünyanı yaratdığına yəni necə əmin ola bilirsiniz ki, yoxdur həqiqətən. Mən demirəm, yəni sırf İslamda kimi Allah... Yoxdur. Yəni, ateist hesab edir ki, yoxdur. Başqa nə deyək? Yəni, bu dünyada heç bir şeydən əmin olanmarsınız. Yəni, mənim qabağımda bu dəqiqə stəkan var. Mən
hələ də fikirləşəmirəm ki, bu stəkan mənim qabağımdadır. Çünki dünya o qədər Əli vur götür də. Nə fikirlərsən? sonsuzdur. Dünya sonsuzdur. Yəni Sonsuza getmir. Qardaş qulaq as. Sonsuza nə gedir? Əli o stəkanı götür də. Nə fikirləşsən ki? Yo, elə fikirlə o mənada demirəm. O mənada demirəm. Siz yəni təməlindən səhv anlayırsınız onu. Ola bilər. Üzr hesab. Yəni belə də olmalıdır. O belə bir sual verim də indi sizə. Hansı ayədə yanlışlıq olduğunu fikirləşirsiniz məsələn? Çeviş radiyallahu anhu baxır, mən baxmıram. Necə? Ayda da hansı ayədə? Baxır. Bax dostum, sən sual verəcəm. Yox, niyə ki? Bax mənim qardaşım. Bu Quranda evlilik məsələləri var da, bilirsən, kim kimdən evlənə bilər, kim kimdən. Yəni elə də pis söhbətlər deyil. Əksəriyyətində mən fikirləşəndə ki, Bəli. İndi burada mənə maraqlı qalan bir şey var. Çox maraqlı deyil mi? İstəyirəm sən cavablayasan. Əzizim, mən bir qadından və ya 4 qadından evlənə bilərəm, düzdür? Hə. Deməli, bir qadın da bir kişi ilə evlənə bilər, razılaşma və mehir əsasında. Mənə maraqlı olan, hermafroditlər kimdən evlənə bilər? Həm kişi hajamatı, həm qadın hajamatı. Sən mənə də görüm, İslam şəriəti nə deyir bu barədə? Alimlər necə ixtilaf ediblər? yəni bu indiki dövrə uyğun deyil, yəni. Keçmiş dövrü fikirləşsən, bir çox qadınların ərləri müharibədə öldü. Onu demirəm, qardaşım. Axıra qədər qulaq asın, zəhmət olmasa. Yox, başqa şey dedim mən sənə, başqa şey. Mən şəriətin sizə nə dediyini açıqlamaq başqa şey istəyirəm. deyirəm ki, adam düşün. Həm kişi hajamatı var, həm qadın hajamatı var. Bu ərə geçsin, yoxsa arvad alsın? Həm kişi hajamatı var, həm qadın hajamatı. İndi o baxır onun hormonları hansı tərəfə yönəlir. 50-50 olsa nə olacaq? O kişi tərəfə yönəlibsə, əlbəttə ki, qadın almalıdır. Həm kişi istəyir, qadın istəyirsə nətər olacaq? O biseksuallığa girir, inanmıram o ki, kimsə alır. Sən o kateqoriyanı hardan bilirsən ki, başa düşmədim, sən hər kimsə meyillisən. Mən bütün kateqoriyaları bilirəm də. Mənim üçün problem yoxdur, heteroseksualdır, homoseksualdır. Hə, indi sən mən... Sən mənə de görün, bu kimin ərə geçsin, yoxsa arvad alsın? O baxır onun istəyinə. Amma halal olan bir şey seçməlidir. 50-50, halalı nədir? Halal olan bir şey seçməlidir. Halal yol seçməlidir. Nədir halal? Halal olan nədir? Yolu denəm mən. Halal yolu odur ki, evləndin, ya arvad kimi evlən, ya qadın, ya kişi kimi evlən. Amma halal yolu seçməlisən. Ömrümün axırına kimi sən bu şeyə tabi olub. Bu ərə getməlidir, yoxsa arvad almalıdır? Çünki ikisi də istəyə bilər. Mən də onu deyirəm də, ya ərə get, ya arvad al. 2 yolun var. 50-50-yə şanslı bilməlisən. Mən də onu deyirəm, həm ərə gedib, həm də arvad almalıdır. Yox. İkisindən birini seçməlisən. Sən şansın 50-50-yə. Belə deyim də sənə. Sənə belə deyim də. Sən dükkanda deyək 200'lü bir dənə kart var. 200'lü bir kart var. Sən bu kartın bir üzünü çevir. O 50-50 dediğim şey şans. Sən qulağa saxıra qədər. Şans seçim məsələsidir. Seçim məsələsidir. Ay vətəndaş, dillə. Zəhmət olmasa, sən dinləmirsən. Öncə sən dinlə. Kişi, deyirəm ki, 50% kişi istəyir, 50% qadın istəyir. Ərə getsin, yoxsa arvad alsın. Buna cavab vermə. Mikrofonu aç zəhmət olmasa. Sualı dinləməmiş elə cavab verməyə çalışır. Bu mikrofonu açar bizə nə bilim valla. Neyse. Sən əlində müfaiz seçimdir. İkisindən birini seçməlisən, yaşamalısan. Təşəkkürlər. İndi onda özünə tıxıyar herhalde. Müntəzir buyur, xoş gəlmişsən. Salam aleykum. Və aleykum salam. Necəsən, nə var nə yox? Sağ ol, sən necəsən? Var olasın. Qaqa, sən bir ədəb nərsandan, yəni etikadan çıxmayaq. Yəni bir sual vermək istəyirəm ata. Yəni prosto ki, etikadan çıxmayaq da, yəni danışanda. Olar səbdən sual verim, gözəl sual, yəni normal. Qaça-qaça susura bilərsən, ha? Atını eləyirsə, mən də eləyərəm. Sizdə əxlaq obyektivdir, nə oldu?
Yəqin bu obyektiv əxlaqdan çıxan əxlaq olmasıdır. Buyur əl dostum. Ya da Xomeynidən gələn əxlaqdır bu. Xumuşdan. Siz buraya yazıbsınız ki Allah yoxdur da. Yəni mən də deyirəm Allah var. Yox qardaş, bu da mizahla yazdı. Bax 3 dənə nida nə deməkdir? Onu araşdırıbsan sən. 3 dənə nida burada yəni ki qəti şəkildə deyir ki Allah yoxdur. Yox, sən başla altına nöqtələr bilsən nədir? O mason işarəsi 3 dənə nöqtə. Onlara sən fikir ver. Yəni sən nəyə görə deyirsən Allah yoxdur? Heç yəni bu sən o səhv başa düşübsən. Yəni səhv ani tərcümə səhvdir yəni. Nida işarəsidir. Nöqtə mason zad nədən danışırsan sən? Allah yoxdur 3 dənə nida, yəni ki sən əbcəd rəqəmini bilmirsən? Şeydə İslamda var əbcəd rəqəmi. Rəqəmləri vursan nidiyə, onu vursan Allah yoxdur, onu İspanca tərcümə etsən. Onu da tərcümə etsən İngilisinə, oradan Azərbaycanla tərcümə etsən, orada yazılır Allah var. Ya sizə vermədim sualı, sana vermədim sualı. Bu şəxsə verdim. Adı nədir? Türk adıdır. Nə adıdır? Çevikdir, nədir bilmirəm. Türk adıdır, çevik nədir? Mənə bax, sən nə millətsən sən canım? Mən Azərbaycanlı. Azərbaycanlı bölgədir daxil, millət adı deyil. Canım özüm. Milliyyət Azərbaycan, milliyyətim Azərbaycanlı. Düşdürsən yəni? Azərbaycan Türkiyəm. Mən sağ sual verməyə gəlmişəm, sən mənə nə sual verirsən? Deyirsən ki, nə səbəbə görə deyirsən? Dəlil yoxdur, dəlil. Allahın varlığına dəlil yoxdur. Nə dəlil? Yəni sən Allahı nə sayırsan, nə barədə dəlil istəyirsən? Nə bilim, dəlil verdi ki, mən filan səbəbə görə Allah var. Allahın ən gözəl dəlili sənsən ki, sən yaranıbsan. Allah yaradıb da sən ki, mən yaratmamışam. Aboşda Allahın dəlilidir? Əlbəttə ki. Nə niyyətlə? Dünyada hərə imtahan dünyasıdır. Sən onu bilə bilməzsən, onu Allah bilir. Nə tö yəni? Verməyin nə imtahan olur? Yaxşı, sən... Təşəkkürlər. İnşallah PK'ya gedirik. PK'dan sonra devam edəcəyik. Ol, təşəkkür. Mən də futbola baxım, bəli. Tamam. Onu da deyim ki, nə yaxşı 48 ayın sultanı dünya çempionatı gəlib, ona baxmağa gedirəm. Sağ olun, təşəkkür. Bəli, 48 ayın sultanı qorusun səni. PK'da bu qədər adam olmasın da. Uşaqlar, takip eləməyənlər hesabı takip alsın da, zəhmət olmasa. Yayın bildirişini ala bilməyiniz üçün və bizi 100 minə çata bilməyiniz üçün. PK'ya gedirik, PK'dan sonra devam edəcəyik debatlarımıza. Dində qumar olar. Mən dindar deyiləm dostum. Və bu qumar da deyil, platformanın oyun sistemidir. Takip deyirəm, takip edin. İstəyirsinizsə təbii ki, istəmirsinizsə siz bilərsiniz. Ruslan bəy hara getdi? Ruslan bəy çağırın gəlsin. Ruslan bəy dirənçi şokdan çıxa bilib görəsən. 70 mindən, 80 mindən, 60 mindən, 30 mindən, 40 mindən çıxa bilib. Bu arada yoldaşlar biz ödeme bilgisini mod grubuna paylaştık ha. Uğur Bey'e yönlendirildi ve Litva'daki araştırmaya destek olunacak. Türk tarihiyle bağlı. Avrupa'da Tatar dövüşçüleriyle, Tatar Türkleriyle olan mevzunun araştırılması için belli bir fon gönderildi. Mod grubunda bu məlumat paylaşıldı. Uğur Bey'in növbəti layihələrini də dəstək olacaq. Uşaqlar, Ruslan Bey deyin, Furkan var ki